Selamun aleyküm, əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır. Bildiyiniz kimi bir müddətdir Oğuz bəy Türk cənabları ilə mən əl-ələ verib və düşünüş proqramını aparırıq. Bu günləri düşünüşün 8-ci bölümündə olacağıq. Və çalışırıq ki, düşüncə məsələlərin, o şey ki, fəlsəfə deyirlər onu, ya özümüzün həddimizdə, özümüzün düşüncələri səviyyəsində, düşüncəmiz də bilirsiniz, toplumdan gəlir, oxuduğumuz kitablardan, təcrübələrdən, yaşamımızdan, ondan sonra sentezlərimizdir. Yəni, kopya eləmirik ayrı yerdən. Yəni, filan kəsin sözünü götürək burada deyək, onu eləmirik. Bəlkə öz toplumumuzun, öz millətimizin, öz vətənimizin durumuna baxaraq bu durumu dəyərləndirməyə çalışırıq. İndi ola bilər ki, bəzilərindən xoşuna gəlsin, bəzilərinin xoşuna gəlməsin, desinlər bu fəlsəfədir, fəlsəfə deyil, bizim düşünüşümüzdür, düşüncədir, düşüncə məsələsidir. Oğuz bəyi gördüm, mən icazənizlə Oğuz bəyi çağırım, burada bir şey görürüm, aha, Oğuz bəy gör, mən müntəzirəm ki, Oğuz bəy gələ bilsinlər, qoşuldular. Salam aleyküm, Oğuz bəy, xoş gördük. Çok sağ olun. Selam bizden. Selamlar, saygılar. Necəsiz, sizi hər şey dinləyirəm. yaxşı Sağ deyil. olun. Herkese selamlar, saygılar. Əziz yoldaşlar ki, indi dinləyəcəklər bizi və sonra da dinləyəcəklər, indidən izləyəcəklər bizi, indidən onlara salamlarımı, saygılarımı və sevgilərimi sunuram. Sizə də ki, dinləyirdim sizi indi. Düzdür, bizim hər kəs demiş, hər kəs ki, biraz düşünüş aləminə uğraşmış, demiş ki, Güney Azərbaycanda bu biraz eksiklik var düşünüş bölümündə. Əlbəttə ki, doğrudur. Yəni biz düşünüş aləmində istəsək sayaq çox az olur və məcburuq gedək 500 il öncəyə, 800 il öncəyə mesela Şahabəddin Söhrəvərdiyə tərəf gedək. Ancaq məsələ budur ki, indi də biz suna bilirik öz düşünüşümüzü və məsələləri fəlsəfi açıdan baxa bilərik, sizin də dediyiniz kimi. Və o, əlbəttə ki, bəzilərinin xoşuna gedər, bəzilərinin xoşuna getməz, bəziləri o açıqdır da intiqad, elə ona görə düşüncə gəlişər də, elə biz istəyirik öyle olsun, biz istəyirik o çəlişki olsun, o intiqadlar, o bəyənmələr, bəyənməmələr olsun. Bütün məsələ budur. Sizə də salamlar, saygılar bir daha deyirəm. Sağ olun, vaxt qoyursunuz və bunu aparırsınız. Neçənci bölümdür Sayın Səfər bəy? Mən bir daha salam ərz edirəm tamam dostlarımız ki, indi huzurları vardı, cənabınızın huzurunuzda salam ərz edirəm. Umarım ki, hamının keyfi sazdır, yaxşıdır. Düşünüş proqramının 7-sini buradan aparmışıq. Bu 8-cidir. 8 mübarəkdir. Ömür olsa davam verəcəyik. Həftədə ən azı bir dəfə eləyə bilək bu proqramı aparaq. Biz keçən səfərlər dildən başladıq. Dili danışdıq. Gücə gəldik. Biraz da tarixdən danışdıq. Əlbəttə, hamısı fəlsəfə, yəni hamısı düşüncədir. İndi, Oğuz bəy, biz bəzi məsələləri danışırıq burada. Fəlsəfə deyəndə elə bir ki, məsələn, gərək müşəxəs məsələləri danışaq, o çərçivədən eşiyə çıxmayaq. Yoxsa nə deməkdir? Yəni, düşünüş deyəndə biz o çərçivədən ki, məsələn, filan filsuf bəhs eləyibdir. Məsələn, Əflatun, Sokrat, nə bilim, Bokrat, Ərəstu, nə bilim, filan Bəhman. Onlardan, məsələn, ya İslam dünyasında olan filsuflar ki, əksəriyyəti də türkdür. Əcəba bunların yaratdığı bəhslərdən eşiyə ayağımız qoysaq, məsələ fəlsəfi olmazmı? Fəlsəfə baxışı olmazmı? Yəni, hətmən elə olar dediği məsələni danışaq, yoxsa yox. Biz xərq adət eləməliyik, yəni sındırmalıyıq bu adətləri, köhnə adətləri deməliyik ki, yox. Bizim orada, məsələn, mən baxırdım, Əflatun, Ərəstu,
rəhbərin şəraitini danışır. Ordunun fərmandehlərinin belə şəraitini danışır. Toplumda alimlər nə cür yetişilər? Rəhbərlər alimlərin içindən, bilicilərin içindən, düşünürlərin içindən nə cür seçilər? Yəni, bir dana şəhri nə cür saxlamaq olar? Bir evi nə cür saxlamaq olar? Tamam, o zaman ki, siz bunları əski fəlsəfədə, bunları fəlsəfə deyirlər. Acaba biz bu günləri, məsələn, Azərbaycanın bugünkü durumdan çıxmağı, nə cür dövlət quraq, nə cür onu saxlayaq, kimlər dövlət qura bilər, kimlər dövlət saxlaya bilər, kimlər savaşa bilər. Baxın, məsələn, mən yadıma gəlsə, əgər xatırımda düz olsa, Ərəstu, Əflatun sərbazlara görə belə danışıblar. Hətta xanım sərbazlara görə, yəni xanımlardan sərbaz əskər olsun, geçsin, savaşsın, bunlar nə cür öyrənsin. Mən hətta əgər bilmirəm şeydə o Tozonun kitabını oxuyanda fikirlərim, orada da danışdım stratejilərdə. Cəlibdir, məsələn, Çində bir zaman deyir ki, imperatorla danışır. İmperator deyir ki, xanımlardan əskər olmaz. Deyir ki, sənin bir belə xanımın var, bunları ver mənə, mən bunlardan sənə əskər düzəldim. Əvvəldə bunlara bir, məsələn, dur, gəl deyir, arvadlar başlayırlar gülməğa. İkisinin boynunu vurur xanımlardan. İkisinin boynunu vuran sonra hamı görür, çox ciddi məsələdir. O xanımlardan ki, o tür belə nazla yetişmişlər, əskər düzəldir, ordu düzəldir. İstəyirəm bunu deyəm ki, yəni, sizdən bunu soruşum. Mənim nəzərim budur ki, ola bilər yəni. Mən fəlsəfə ya düşünüşü bir şey var, onu düşünürsünüz. Bir məsələ var, bir konu var, bir şey var ki, onu düşünürsünüz ki, bu nədir, niyədir, bunun yaranmasının illətləri nədir? O davamının illətləri nədir? Nə cür bundan çıxmaq olar? Bunu nə cür dəyişdirmək olar? Alternativlər nə ola bilər? Məsələn, qədim nəzərlərə baxanda görürsünüz, Əflatun Cumhuriyyətdən filandan 7-8 dana hökumətdən danışır. Çoxu da o zaman fərziyyə idi. Yəni, zehnində fərz edilişi belə bir hakimiyyətlər ola bilər, amma yavaş-yavaş görürük ki, məsələn, bunların bəzisi icra olur, bəzisi icra olmur. İndi sizcə düşünüş bir çərçivəsi varmı? Bir dörd divarı var. O dörd divarın arasında əsir olmalıdır. Yoxsa düşünüş bundan ötürdür ki, çərçivələri sındırasınız, yeni məsələlər yaradasınız ya yeni yaranmış məsələlər yol tapasınız. Çox sağ olun. Əlbəttə ki, öyle bir sınır yəni yoxdur. Yani ancak sizin buyurduğunuz o mesela 2000 yıl önceden, 2000 hatta 400 yıl, 500 yıl önceden başlanmış o düşünüş seyri, o gedişat gəlir indiyəcən. Onlar da temel düşünceleri ortaya koymuşlar, temel soruları. Onlar fundamental soruları ortaya koymuşlar. Ondan kaçmak olmaz, ondan da kenara gitmek olmaz. Mesela budur ki, sizdə öz o sorunuzda, yani o gücü siz tərh elədiniz, elə onun içində cavabları da biraz başlığını dediniz. Mesela fəlsəfi baxış bir şeyin necəliyini istəyir danışsın. Bir şey necə olur. Və hətta daha dərinə gedib və öyle bir özünə cürət verib onun niyəliyini istəyir danışsın. Mesela bilimsel alanda bir şeyin niyəliyini soruşmaq və araşdırmaq əsla əqlani bir şey deyil. Və hətta o sualdan da həzər elərlər. Yəni niyəliyindən. Ancaq fəlsəfə əsla bundan çəkilməz. Ona da cürət elər və cəsarət elər ki, bir şeyin niyəliyini danışsın. Bu iki məsələ fərqlidir. Bir necəliyi, bir niyəliyi. Bu iki məsələ qalsın, mən o birincindən başlayayım genelde. O da budur ki, mesela elə yani bizim bölgede felsefeden danışanda Əflatundan, ne bileyim, siz dediniz, Sokrat'tan, Aristo'dan. Halbuki indi diri filosoflar var, hem batıda, hem doğuda, böyle hem bizim bölgede de. Ve illa da ki yeni devrim ki olmuş Türk dilinde, Mustafa Kemal'dan bu yana, Mustafa Kemal'ın yani başlığıyla Türk dili daha çok mücəhəz olmuş felsefeye. Halbuki o bölgede felsefenin dili Arapçaydı. 1000 ildən çox o bölgədə fəlsəfənin dili ərəbcə idi.
Çox az, çox az Farsça vardır. Çox az da Türkçə vardır. Ancaq fəlsəfənin dili ərəbcədir. Ancaq indi biz baxırıq görürük Türkiyədə çox ağır fəlsəfi bəhslər Türkçə danışıla bilir. O da o dilin gəlişməsində və modernləşməsindədir. Dili o qısırlığından çıxardıb, ərəbcə, Osmanlıda ərəbcə və Farscanın işğalından çıxardıb bir modern Türkçədə fəlsəfə yarada bilirsən. Ona görə indi hal-hazırda da Türkçə fəlsəfə var və məcbur deyilik xətmən 2000 il öncəyə gedək. Və ortada da var İslami təməddünün filsufları vardır. Doğu, siz özünüz Çində, Zangzunun o arta var savaşın hünəri, mənə görə ona işarə edirdiniz. O da elə Cənədə qədimidir, o da 2000 ildən öncədir. Cənədə elə Çində lap belə modern filsuflar və bu arada da var, yəni geçən 1000 ildə, 2000 ildə. Fəlsəfə çox duru bir şeydir və çay kimi axır hər zaman. Hər zaman axın və hər zaman təmiz və şəffaf bir çaya bənzər. Çünki insanın beyni ən yüksək səviyyədə düşüncə edir. Fəlsəfədən danışanda. Bunlar öncədən danışmışıq. Lap o ilk düşünüşün birincində, ikincində bunları işarə eləmişik ki, fəlsəfədən danışanda, düşünüşdən danışanda beyin ən çox demək ki, yakıtı yaxır. Ən çox yakıtı beynin qıdası, qəzası nədir? Onu ən çox şəkərdir, ondan sonra və başqa şeylər. Onları ən çox yaxır. Çünki ən çox intizai bəhslərə yetişir beyin. Budur məsələ. Və bir şeyin, onu da deyim ki, çünki o ilk fəlsəfə ilə uğraşanlar, məsələn, yenə də Əflatun olsun, Ərəstu olsun, nə bilim, Sokrates olsun, bunlar o təməl məsələlər ortaya qoymuşlar. O təməl məsələlər dəyişdirmək olmaz ki. Mesela biz ne yaşıyoruz burada? O demiştik da bunu. Biz burada ne yaşıyoruz? Niye buradayız? Işık niye var? Bak niyeler diyor. Neceleri de demişler. Mesela Demokratis necelerinden danışmış biraz. Demokratis aslında çok da bilim adamıdır, scientisttir. Hem de filsuftur. Demokratis demokrasiyle alakası yoktur. Demokratis onun adıdır. Mesela hatta yerin kürevi olduğunu, yerin dolandığını, yani bunlar hamısı felsefenin içindedir. Bütün ilmiler, bütün bizim bildiğimiz bilimler felsefeden ayrılmıştır. Felsefe onun hem atasıdır, bütün ilimlerin ve bilim, hem anasıdır. Ama temel sorular bellidir. Ay niye oradadır? Bilimde, İnsaf Ali Bey, elmi bəhsdə, fizikte bu sualı soruşmaq ki, niye gün vardır? Buna İngilizce'de deyirlər stupid question. Çok mənasız sorudur. Niye oradadır? Biz niye buradayız? Elm buna cevap vermez, ona yakınlaşmaz. Hatta bu sualı resmiyeti tanımaz. Mesela bu. Yani niye buradayız? Aslında elm diyor ki benim işim değil. Niye bu dünya var? Elm dersen benim işim değil. Ben bundan uğraşmıram, sen de benden uğraşma. Ben istəyirəm bilim adamı deyir. Ben istəyirəm bu necə işləyir? Bu işıq gündən buraya necə gəlir? Hansı mekanizmlə gəlir? Bu işıq gündən buraya 8 dəqiqə, təqribən 30 neçə saniyə, 35 saniyə. Bu necə gəlir və bu işıq, ışın, bu fotonlar necə gəlirlər? Hansı qrupda gəlirlər? Sürətləri nədir? Yəni necəliyini anlatır. Ama niyeliğine sen yakın düşmez. Yani sen onun işi değil. Felsefe onun niyeliğini çok sorar ve felsefede mücazdır. Niye biz buradayız? Niye ışık var dünyada? Aslında niye bu? Geçen defa danıştık ya, vücubu ve zaruret var mı yok mu? Bilim adamından, fizik, bu çok da fizikle ilgilidir. Fizik adamından bunu sorsanız, gerçi sen benden niye bunu sorsanız? Dedim ki sen hörmətsizlik değil ama derler ki mənasız sorudur, bihude sorudur. İşte benim işim değil, benim alanım değil. Ama o temel soruları o yoluna salmışlar. Yeni temel sorumuz yoktur ki. Hakikaten. Mesela bu evrenden, bu kainattan başka bir kainat var mı? Buna cevap vermək olar. Hem bilimde, hem felsefede. Normalde bəziləri öyle zannediyorlar ki bilim gelir felsefenin dediklerini ispat eləsin. Aslında öyle değil. Bilim, geçen defede bilim yolu, bilim bir yoldur, bir eğilimi bir yoldur, bir prosestir, şey değil. Bir metottur. Yani bir məbədi yoxdur.
yoxdur, məscidi yoxdur, kilisası yoxdur, mollası yoxdur və hər kəs elmlə müxalif olsa onu dar asmazlar və onu yandırmazlar qazığın üstündə. Necə ki, din bu işi görür, din alimlər bu işi görmüşlər, din mərkəzləri. Elm bir qəbul elər, qəbul eləməz, anlar, anlamaz, onu ilgiləndirir. Təməl sorular qaldıqlarına görə, dəyişmədiklərinə görə, o çarçuva oradadır. Bunu biz değiştirəməz. Bu sualı ki, bilirsiniz ki, Farsçada da demişlər, Hamid o şeiri bilir. Biz burada nə yaşayırıq, nəyə gəlmişik, haraya gedirik? Bu soru təməl sorudur. Və bəziləri deyər ki, biz cavab verib tapmışıq ona, buradan gəlirik, buraya gedirik və buna görə buradayıq. Bəziləri də bu fəlsəfə alanıdır. Bəziləri də öyle deyil, buna görədir və ya isə bilmirik. Amma bu bilimin işi deyil. Bəs indi gələk necəliyə və niyəliyə. Bunu da dedik, bilim, bütün bilim sahələri, bütün bilim dalları bir şeyin necəliyini və mekanizmini, necə işləyişini bizə anlatmağa çalışır və araşdırmağa çalışır. Amma niyəliyi ilə əslən uğraşmaz. Bir şeyin, indi fəlsəfə isə bir şeyin niyəliyi ilə çox uğraşar, necəliyi ilə uğraşar. Amma niyəliyi ilə uğraşar, onun kökəninə gedər, onu da siz də işarələdiniz, bir şeyin dibinə gedər. Hər məsələnin. Siz bunu siyasi məsələlərdə çəkə bilərsiniz. Necə çəkirsiniz yəni. Və başqa millətin də siyasi məsələsini, başqa millətin də indiki durumuna çəkə bilərsiniz. Niyə bəzi millətlər, bəzi qrup insanlar deyəlim, hala heç bir heyvanı əhli etməmişlər? Heç bir tuxumu əhli etməmişlər. Niyə bu məsələ Orta Doğuda olmuş? Bu bir sualdır ki, niyə ilə başladı? Bəs fəlsəfənin sorusudur. Bunu biraz uğraşandan sonra verəcək bilimə. Bilim gedib bunun necəliyini araşdıracaqdır, gətirəcək bunu, bu da bunun niyəliyini deyəcəkdir. Bir də o prosesi anlatmağa çalışır. Proses yəni gedişatı. Mesela diyelim ki biz ne bileyim geçseniz hala da yani çok insanların topluluklarına geçseniz, çok özlerini düşünür bilenlere geçseniz diyorlar ki bazı dinlere gail olanlar da insan varlık kainat 7000 ildir vardır. Zaten takvimleri vardır. Allah filan zaman yaratmış yeri, filan zaman günü yaratmış, filan zaman Adem'i yaratmış, ne Avva yaratmış, ne belirlemiş, eləmiş. Palçıq gətirmiş, içine püləmiş, bu gibi xuzabəlat. Bu da onun cahan binisidir, dünya görüşü. O da onun dünyanın, o gedişatı öyle ki, prosesden danışır. Elm, fəlsəfə bundan uğraşar. Bir de ki, elm gedir, tapır, gəlir. Yo, öyle değil, 7000 il değil, 10.000 ildir. 20.000 ildir. Məsələn, 14 milyon ildir. Onu gətirər və amma fəlsəfə ondan daha üstə baxar və onun niyəliyinə bu necə olmuş. Mən biraz buraya dokundum, sizin sualınıza cavab verə bildim. Bir daha bir cümlədə deyim ki, bəli, siyasi məsələyə uğraşar. Zaten siyasət elmin, üzr istəyirəm, siyasət elmi şeydən ayrılmış, fəlsəfədən ayrılmış bir şeydir. Əlbəttə ki, uğraşar. Onun niyəliyini və necəliyini də danışa bilər, amma niyəliyi ilə çox uğraşar. Yani biz acaba düşünce, yani düşünmüş, yani felsefe ilme mesele yaradar, yoksa ilm felsefeye, indi toyuqdan yumurta olur. Toyuqdan yumurtanın meselesi həll olunmuş. Onu kim, yani yoksa birine yaradarlar. Yani mesela ilm felsefeye onu yaradar insanlar, bir elmi məsələ gələndən sonra mümkündür fəlsəfələrində değişik ola. Məsələn, Molla Sədra eşitdiyim qədər, fikir Molla Sədra da, əgər səhv eləmirsən, ya o mənzumənin sahibi kimdir? İndi o deyir ki, əks görməmişdi özün. Aynadan sonra heç yerdə özün görməmişdi. Bir əkkaz gəlir, bundan bir şəkil çəkir. Verirlər bu filsufa. Baxır. Deyir, bu mənim kopumdur. Bu mənəm. O orada bir alimin musulu daha çox inanır. Yəni gedir, o əsas fəlsəfəsinin qurub bunun üstünə ki, ola bilər kəsrət dəreyni, vəhdət dəreyni kəsrəti fikr edirəm ki, indi bilmirəm, o mətrəh edib ya, o ona çox inanır ki, ola bilər, məsələn, mən milyonlar məndən var. Ya, mən müxtəlif yerlərdə ola bilərəm, aynı şəkildə. Çox
Acaba İsrail deyəm ki, teknoloji və elm fəlsəfiyə düşüncə yarada bilər, meydan yarada bilər və fəlsəfə. Məsələn, yaxşı, indi Azərbaycanda, Güney Azərbaycanda danışırıq. Ya hətta Orta Doğu dediyimiz yerdə, buradan baxanda, Amerikalıların, Avropalıların gözündən baxanda Orta Doğu dediyimiz yerdə ki, biz yaşadığımız yerdir. Oradakı bu savaşları da görür bir insan, düşünür bir insan. Bunun niyəliğin, necəliğin, yolun, nədir dayandıraq, bunları məsələn düşünür. Sonra buradan bir elm çıxır ortaya. Məsələn, camiə-şünasi, deyək ki, savaş ya elmi, ya savaşı nədir məsələn çıxma elmi. Deyək ki, fəlsəfə burada, ya məsələn işğalları dünyada məsələn hər yerdə işğal olubdur, onları görür, onları bəhs edir, onlardan bir şeylər çıxardır. Sonra bunların üzündə elm çıxır ortaya. Siz buna necə baxırsınız? Yəni mən belə düşünürəm, bunu xülasə dedim. Siz necə baxırsınız bu qəziyyəyə? Acaba bunlar bir-birinə, fəlsəfə elmə, elm fəlsəfiyə təğziyə düzəldirmirlər, qidalandırırlar bir-birləri? Mən çox sağ olun, yəni qəşəng sualdır. Yumurta ilə toyuq kimin çox da deyil, amma o analojini, o misalı işlətmək olar. Biz bilirik ki, indi toyuğunun, yumurtanın məsələsini, oradakı birinci toyuq olmalıdır. Və bu soru ki, o toyuq bir yumurtadan çıxmalıdır, o doğru deyil. Mütləq toyuq olmalıdır və onu indi biz bilimin araşdırmasının nəticəsində bilirik ki, toyuqdur öncədən. Amma fəlsəfi olaraq bu sorunu biz soruşuruq ki, yəni bəzi şeylər bir-birinə bağlıdır təsəlsül olaraq. Öylədir. Amma onu yalnız məsəl olaraq işlədə bilərik. Da indi biz bilirik ki, öncədən toyuq olmalıdır. Yəni, indi bunu deyim. İndi bu ki, elm və fəlsəfə, bu ikisi bir-birinə qarşı da deyil, müvazi də deyil bir-birinə əsla. Elm dediyimiz, çünki Türk dilində və Orta Doğuda və sizin də düz dediyiniz kimi batıdan baxanda Orta Doğu görünürdü ya, bizim bölgədə bu kəlmələr olmuşlar, bulanmışlar. Bulanmaq yəni bir şey kirlənir, bulanır və mənasını əldən verir. Məsələn, bizim bölgədə elm nəyə deyilir? O özü də məsələ ilə fəlsəfi olaraq danışılmalıdır. Alim nəyə deyilir? Mən dəfələrcə demişəm, bəziləri onu hətta hörmətsizlik də algılamışlar. Məsələn, mən demişəm ki, bizim bölgədə ən böyük cahillərə alim deyirlər. İlla da ki, din alimi. Halbuki din alimi deyə bir şeyin mənası yoxdur əslində. Əslində mənası yoxdur. Əslində bu iki kələmə bir yana qoymanın mənası yoxdur əslində. Din alimi, dinin alimi ola bilməz. Çünki elmi tərif olunmayıb bizdə. Ondan sonra ən böyük, mən öncədən dediyimi təkrar edeyim, ən böyük cahilə də deyirlər Əllamə. Məsələn, Əllamə Məhəmməd Təqi Cəfəri məsələn. Əllamə Təbatəbayi. Bunlar ən böyük cahillərimizdir və bizim Güney Azərbaycanda və bölgədə, başqa millətlərdə, yəni farsların da, o birli millətlərin də bədbəxtliklərinin və fəlakətlərinin ən böyük qismi və kökəninə gedən də elə bu əlləmələrdən gəlir. Elə bu din alimlərindən sözdə. Bunlar tərif olmadığına görə biz deyirik ki, bəs bir dənə elmi var orada. Bir dənə də məsələn düşünüş var orada, fəlsəfə var. Öyle deyil. Düşünüş dediyimizi biraz tərif eləmişik. O da elə bir şeyin necəliyini və niyəliyini, illa da ki niyəliyini və sonra onun kökənini, qaynağını, necə başlamış bu ehtiyaclar insan beynində ki, bunları düşünsün və onun gedişatını, hətta onun prosesini də düşünmək bu fəlsəfədir. Onu fəlsəfə etməkdir, fəlsəfidəndir. Fəlsəfə ilə uğraşmaqdır, düşüncə ilə uğraşmaqdır. Amma elm dediyimiz, mən tərif edirəm elm saniyə, bir metoddur, bir yaxlaşımdır. Bütün məsələ budur. Elm dediyimiz bir şey, deyirəm, bir məbədi də yoxdur, bir yeri də yoxdur. Bu universitetlər, mədrəsələr görürsünüz, bu laboratuvarlar, bunlar elmin məbədi və şeyi deyirlər. Və heç bir alimi də yoxdur, fəqihi də yoxdur, mullası da yoxdur, şahı da yoxdur, əsla. Və hər zaman da hər bulğu olandan sonra təqribən də hər şeyin deyəcək yanlış olmuşuq. Yəni keçən 10 ildə o bulunan şeyləri. Məsələn, biz tapmışıq ki, filan şey filan elmi də. Sonra görmüşük, öyle deyil. Düz
təqribən 100 il bundan öncə biz elə düşünürdük ki, elm buraya yetişmişdi ki, elm həmin o prosesdir, həmin o metoddur ki, bir şeyi araştırmanın metodudur. Ki bu şey var ya, bizim şeyimiz, bu kəhkəşanımız, galaksimiz, bu Milky Way galaksi. Türkçesini siz mənə desəniz, yardımcı olsanız. Bu bütün şey Milky Way olur. Süt yolu. Yok, süt yolu değil. Tabii tercüme edirsiniz. Samanyolu. Üz istəyirəm. Samanyolu. Üz istəyirəm. Samanyolu. Ben Samanyolu başka yere götürdüm ben beynimi. Ben de ettim televizyona Samanyolu. Bu Fethullahçılar terörist grupları bir televizyon grubu açmıştılar. Televizyonun adı Samanyolu'ydu. Ben de doğru ettim. Lanet olsun onlara. Herhalde Samanyolu, bu bizim bu Milky Way galaksi, biz 100 yıl önce təqribən öyle düşünürdük ki, bütün evren, bütün kainat, bütün varlık o Samanyoludur. Size düzgün değil mi? Ama indi bilirik ki öyle değil. Ondan milyonlar, milyardlar vardır. Çok cüz. Biz herkese selamlar, saygılar. Biz 200 yıl önce, 300 yıl önce öyle düşünürdük ki bu güneş ki bizde var ya bu gün. Öyle budur. Dünyada bir tane güneş var, bir tane de ay var. Allah güneşi yaratmış. Gündüzleri ışık eləsin. Ayı da yaratmış geceleri biraz ışık eləsin ki kervanlar itmesin. Aynen böyle yazılır. Eski mitolojide. Onun adını din kitapları koyarlar. Yani bu bilimdir. Bu bizim bilimimizdir. Yani bu Şeremiz mesela filan din kitabında yazılan nedir? O da bizim bilimimizdir. Biz onu bilirdik de o zaman. Ve təqribən demək olar ki, biraz qorxa bunu demək olar ki, təqribən hər şeydə yanlışmışıq indiyəcə. O anlama gəlməz ki, biz elə həmişə yanlış olacaq. Bu anlama gəlməz ki, indi dediyimiz də yanlışdır. Çünki özümüzü nəqz eləyə bilmərik ki. Çünki indi biz elə düşünürük ki, təqribən 13.7 və ya 8 milyard il öncə bu evrən başlamış bir bəlli patlayışda. Patlayış da yok yani. Bir yerden başlamış. Big Bang değildir ya. Olabilir biz yanlış olalım sonra. Olabilir olmuyor. Olabilir bu siklikaldır. Siklikal yani öyle böyle patlayır, düzelir sonra gelir. Yani siklikal yani cycle'ı var. Yani böyle devridir. Olabilir her yerde bu olur. Fakat benim düşüncem buna yakındır. Bu lokal bir şeydir. Yani bütün evren bir lokal bir varlıktır. Bunlar olabilir yanlış olaq. Bəs bilimin işi budur. Bilim bir metoddur. Biraz da geçen defa iliştim oraya. Ki əslində araştırma metodudur. Təhqiq metodu değil. Təhqiq araştırmanın tərcüməsi değil. Biz onu qəbul eləmirik. Araştırma odur ki biz bilmirik nədir? Çıxırıq evrənə görək ki neçədə. Əslən nə var bu? Bir dənə yalnız Samanyolu var. Baxırıq ki yok ya. 2 tane var. O yok 3 tane var. O öbürler de var. O şeyler ki onları ulduz görürdük bir zaman gözümüzle. Hatta balaca teleskoplarını görürdük. Yok ya. Onlar 4 tane galaksili birbirinin etrafında dolanır. Biz onu bir ulduz görürdük. Işığı öyle gelirdi. Yani istəyirəm deyim ki böyle bir vəziyyətdir. Araştırma odur ki sen hiçbir hedefin yoktur. Hedefin araştırmaktır ve bilmektir. Ama hedefin yok ki bir şey sabit edeceksin. Hiç bilmirsən neyi sabit edeceksin. Bir şey bulacaksan ve onu araştıracaqsan, onun necəliyini gətirib sərgiləyəcəksən və fəlsəfə də özünü şey edəcəkdir. Əyəcək o tərəfə. Çünki fəlsəfədən deyir ki dünya budur. Fəlsəfə dediğimiz dinə çox yaxındır ya. Mesela bilirsiniz hatta o Hristiyanlık başlayandan sonra şeyi çöktü. Yani hem bilim çöktü Avrupa'da hem felsefe çöktü. Yani kolaps oldu. Sonra 400-500 yıldan sonra şeylerdi. Biraz ayağa kalkabildi, dizinin üstünde bir nefes çekebildi. Ona da deyirik aydınlatma enlightenment period. Aydınlatma periyodu. Şu hakikaten Sefalı Bey. Bilim adamlarını bilseydiler bir bilimle uğraşır. Ki kilisanın ders verdikləriyle müxalifdir. Hakikaten gətirib şəhərin meydanına necə ki bizdə eləyiblər. Necə ki Azərbaycanda
eləyiblər bunlar. Necə ki, bizim bölgədə eləyiblər. Gətirib şəhərin ortasında qazığa oturtub, yandırmışlar, dərisini soymuşlar. Bir adları vardır. Bir adları vardır. Həm Avropada, həm Orta Doğuda. Deyib, burada yazıb ki, Allah belə deyib də, sən buna necə deyir deyə bilərsən böyle deyil. O Qalilənin gözəl bir söz var. Yəni məşhur Qalilədir. Halbuki, məsələn, mən biraz öncə desəm ki, mesela Giordano Bruno, mesela Giordano Bruno, o eğer hesaplasak Enlightenment periyodun, o aydınlatma çağının laf o tanınmış adamlarındandır. Onu İtalya'da resmen getirip derisini soyuplar, yandırıplar şehrin meydanında. Ne var? Mesela demiş ki filan bilimsel şeyi bulmuşam. Olabilir yanlış da olabilir, doğrudur, her ne. Herhalde bilimle uğraşır. Kilisanın tealimiyle farklıdır. Bizdə də böyle olmuş. Siz bakın görün bizim filosoflarımızı, bizim alimlərimizi, hamısı da heç biri öz hayatında ölməmiş. Belə bir vəziyyət. Buyurun. Siz söhbətlərinizdə bu neçinci cəlsədə bəzən alimlərdən əl çəkib din alimləri görünən, yəni din paltarı giyinən adamlardan danışanda, yox ki bilirik ki, məsələn Farabi də din paltarı giyibdi, Əbu Əli Sina da din paltarı giyibdi, nə bilim filan kəs də qərbidə olan filosoflardır, yəni Məsihi dünyasının filosofları da hamısı kilisadan çıxıblar, yəni. Çox azı vardı ki, o şey ki, bu günləri universitet deyirlər, oradan çıxmış olsun. Onlar da tazadırlar, yəni geçən 200 ilin, 300 ilin içindədirlər. Yoxsa qalanları hamısı kilisanın məhsuludur, kilisadan çıxıblar. Və oradakı düşüncələr əsasında biz fəlsəfədən danışanda, Bekendən, nə bilim, Thomas Fulandan danışanda, onlardan da, yəni istəyirəm deyəm, onlardan danışanda biz əslində onlar şeydən çıxıblar. Amma nədənsə, o zaman ki biz İslam dünyasındakı düşünürləri öz şeyləri həddində, yəni imkanları həddində düşünürlərdən danışır. Yəni bir adam ki, məsələn 200 il bundan qabaq eşcəklə, dəvə ilə, atla, məsələn bir ilə gedirdi, məsələn, ya Təbrizdən Şama, ya Altaya gedirdi, ya bir ilə gedirdi, qeydirdi, əgər qeysəydi, çox vaxtda yolda ölürdü. Onun məlumatı, o kitab da o zaman bu tür deyildi. Yəni kitab əl ilə yazılırdı və bir kitabı yazmaq bir ay çəksəydi, siz onun bir ayının maaşını verirdiniz. Yəni ən yuxarı maaş da o idi ittifaqən. Yəni onlar. İndi məsələn Əllamə Cəfəridən danışanda, Əllamə Təbatəbaidən danışanda siz onları cahil bilirsiniz. Yox, mən cahil demədim. Cəhalə deyirik onlara. Çünki onlar Əllamədirlər ya. Biz onlara cəhalə deyirik. Fərq eləmir. Yəni cahili biraz da şey edirsiniz da. Yəni mübaliğə aparır siğə. Necə ki, onlar siğə mübaliğə deyil. Onlar Əllamə deyirlər də. Biz demirik ki, onlar Əllamə. İndi orası, istəyirəm bunu deyəm ki, acaba siz Əllamə Təbatəbainin kitablarını oxumusunuz? Yoxsa Cəfərinin? Çünki bunları 2-3 dəfə şey edirsiniz. İstəyirəm görün ki, əslən bunların düşüncələri ilə tanışsınız. Yoxsa çünki molladırlar. Çünki məsələn biz indi mollaların əleyhini yox. Çünki məsələn biraz bu dinçilər cinayət ediblər. Vaqəən bu vaqiiyyət. Yəni mollalar da bunu etiraf edirlər ki, o nədir? Bir dənə molla var Tehranda, Ayətullah Muhəqqiqi damat. O nə? Ayətullah Muhəqqiqi damat. Həm damatdır, həm mühəqqiqdir. Həmən bu bizim dediyimiz təhqiqlərdən edir də o. Adıdır da, onun adıdır, şöhrətidir. Biyo, indi bilmirəm ki, adı nədir, yadımda deyil. Sözünü bu qədər əzdirik ya. O orada gəlir deyir ki, dünyada tamam cinayətləri dinçilər edirlər. Yox, mən ona deyir ki, sel, zəlzələ filan o qədər adam öldürməyibdir, o qədər cinayət eləməyibdir tarixdə ki, dinçilər edirlər. Mən demirəm, amma tamamı cinayətlərin hamısını dinçilər eləyiblər, dinsizlər də eləyiblər. Dinsizlər bu günləri insanın başına çoxlu oyunlar gətiriblər, amma tarixdə də gətiriblər. Dinsizlər də ninsizlər. Yəni insan bu cürdür. İnsan hər şeyi özünə əsləhə elər, o birisini öldürməyə, o birisinin mənafeyini aradan aparmağa, güclənmək üçün. Yəni amac. İndi bu da bəhsidir. Bunu da gərək üçün bəhs eləyək ki, insanın amacı nədir toplumda? Bu çox ciddi.
ən mühüm məsələ ittifaq. Amacı bulmaq da fəlsəfənin işidir. Hə, o amacı insanın nədir? Toplumun amacı nədir? Niyə əslən insan? Bunu gərək danışaq. Amma indi Əllamə Təbatəbai dediyimiz adamın, Təbrizli, Cəfəri dediyimiz adamın, bunların onlar kitabı var. Məsələn istəyək ki, Əllamə Təbatəbaini tanıyaq, şöyle Əl-Mizanı oxuyaq, nəyi oxuyaq. İstəyək Əllamə Cəfərini başlapaq, Məhəmməd Təxini. O Çustuzlar, Təbrizin Çustuzlar məhəlləsində yekəlmiş bir insan. İstəyək bunu tanıyaq, şöyle bunun məsələn Muğlavi haqqında yazdığı onlar kitab vardı, Nəhcül Bəlağa haqqında onlar kitab vardı, Quran haqqında, Devrən haqqında, fəlsəfənin müxtəlif mövzuları haqqında kitabları var. Acaba bunları oxumuşuq biz, yoxsa elə çünki zehnimizdə var ki, hər kəs molladır, cinayətkardır ya şeydir filandır, cahildir, elə onu tutmuşuq. Təbii ki, onlar da bir şey bilirlər. Zahid, yəni o indi bu anlamda deyil. Onlar da zaman qoyurlar, bir şey oxuyurlar. Mümkündür bizim xoşumuz gələ, xoşumuz gəlmir. Məsələn, Kanadada da fala baxırlar, dua yazırlar. Həqiqətən də doludur. Yəni çox da bahadır. Yəni mən birinə getdim bir dəfə, gördüm ki, əl belə əhsi çəkibdi. Bu axır filan Bəhman qəhvə ilə, nəmlə tarutla, marutla filanla. Yəni biz sevməyək bunlar var. Yəni bunlar özləri bunların elmi bilir. Bunlar özləri bunları bilgi bilir. İndi acaba Əllamə Təbatəbai Filozat doğrudan cahildilər, yoxsa biz qəzavət edirik, hökm veririk, çünki müxalif cibhədiyik. Çox sağ olun. Biz mənə görə sizlə çox gözəl söyləşi aparırıq və mən sevirəm gedişatı. Ancaq soru-cavab kimin olur bəzən. Mənə görə o da olmalıdır, soru ilə yanıt da olmalıdır. Ancaq yəni söyləşi budur ki, siz də görüşünüzü deyirsiniz, biz də deyirik. Və ilzamən də mən ömrümün çoxunu bilirsiniz ki, Batıda yaşamışam. Və ən çox şey ki, öyrənmişəm Batıda, Batı mədəniyyətindən, o da budur ki, biz məcbur deyilik hətmən bəlli bir şeydə müvafiq olaq. Ola bilir, müvafiq olmayaq. Bəlli bir şeydə, öbürü onun yanındakindən müvafiq olaq, öbüründən də 5-indən müvafiq olmayaq, 7-sindən də müvafiq olaq. Və elə davam edək danışığımızı və o araşdırma və o arayış davam etsin. Və mən bunu öyrəndim. Ən böyük şey ki, öyrəndim budur ki, düşüncələri, hətta öz düşüncələrimi özümdən mücərrəd gördüm. Şəxsimdə. Mən bu barədə yazım vardır. Böyük bir duvar adında. Beynimdəki var. İndi bunu bir tozif verim. Öz düşüncələrimi özümdən mücərrəd gördüm. Mən anlaya bilirəm. Amma istəyir ki, bu biraz açılsın. Görək ki, insanın düşüncəsi, insanın özündən mücərrəd ola bilərmi? 10 səfər bunu yazmışam. Onu da burada danışmayacağım. Yox, biraz danışmalısınız. Yəni, söz gəldi. Mən o yazının adı mən fikir edirəm. Beynimdəki böyük duvardır, fikir edirəm. Yadıma gələn. Beynimdəki böyük duvar nədir? Mən sizi təqdir elədim söyləşimizə görə, bir. İkinci, hətta o şey ki, gözəl yerə nöqtəyə barmaq bastınız ki, biz zəhərlənməməliyik siyasi gedişatdan. Tam doğrudur. Tam elmi yaxlaşım bəhsləri doğrudur. Öylədir. Öyle də olacaq. Öyle də olmalıyıq, əgər biz istəyirik məsələlərə bilimsel yaxlaşaq. Doğrudur. Beynimdəki böyük duvarda şeydən danışıram. Düşüncələrin bizdən mücərrəd olmağında. Məndən. Özümü ən azından. Orada özümü qoymuşam oraya. O da budur ki... Mücərrəd burada bilirsiniz. Yəni, ayrı olmalıq mənasına. Yəni, iki dana ayrı varlıq. Bir mənəm, bir də mənim düşüncələrimdir. Ola bilər ki, mən o düşüncələri ya yaşıram, ya yaşamıram. Amma iki dana varlıq o fərqlidir. Buyurun. İstədim onu bəzi dostlar əgər bilməsələr mücərrədin anlamı orada nədir sizin cümlədə onu... İslam təalimində bir bəhs var ki, mən, yəni bunu yoldaşlar bilsinlər ki, mənə görə siz biraz bilirsiniz, mən İslam təalimini bilirəm, mən
Bunu İslamın tarixini bilirəm. Bütün nəyəsə belə üzr istəyirəm, sahifə saccadiyyəsinə qədər oxumuşam. Yəni İslam fəlsəfəsini, İslamın içindən qalxıb İslama qarşı duranları, yəni İslamın özündən elə Əbu Hanifinə kimi. Bunları oxumuşuq. Və bir şey danışanda o anlama gəlməz ki, biz məsələn filan şey bilmirik. Nəhci Bəlağanı oxumamışıq o 50 kərə, Quranı oxumamışıq 5000 kərə. O anlamını da bilmirik 50.000 kərə. Ola bilir. Və yəni burasını demək lazımdır bəzən ki, biz bu tərəfdən gəlirik. Yəni o bilmədiyimiz tərəfdən gəlirik. Biz İslamı, İslam tarixini, İslam fəlsəfəsini, İslam əslində necə var, İslamdan 1000 il öncə İslamın köklərini bilirik. Həm də akademik olaraq oxumuşuq. Yəni Ərəbiyanın, yəni Ərəbistan yarım adasının biz arkeolojik tarixini oxumuşuq. Mənim özümün universitetdə essayim var bu barədə. Yəni yazılmış, çap olmuş məqaləm var. Elə adı da adını deməyim məqalənin, yoldaşlar çaşarlar. Çünki biz orada başqa şey araşdırırdıq və dünyanın ən hörmətli ustadlarından ki, Ərəbistanın İslamdan öncə tarixini mənə öyrətmişlər. Professor mesela Birnbaum, hamı tanıyır, çoxun hamının hörməti var ona. Professor Birnbaum adını deyim ki, yoldaşlar bilsinler. Herhalde o mən uyarı olsun ki, yoldaşlara, yani biz bir şey deyəndə mesela filan şey bilmir. Quranda filan şey yazıb, bu bilmir. Yok. Biz bu tərəfdən gəlirik. Zaten onun dərs verməyindən gəlirik. İslam talimində bir məbhəs vardır. O da budur ki, sözün özü önemlidir. O mefhumun ve anlamın ve mesajın özü önemlidir. O adam önemli değil. Haq söz önemlidir. Mən sözü gətirim ki, siz biləsiniz hardan diye. Mən sizi bilirəm ki, bilirsiniz. Haq söz hər kəsin ağzından çıxsa, hər insanın və hər yerdə də tapsan, haq sözdür. Bilmirik bunu kim deyibdir. Yerdən bir kağız tapdıq, orada bir söz yazmış. Haq sözdür da. Ağla da çox düz gəlir bu söz. Ki, əgər Əli də bu demişsə, Hüseyin də demişsə, məsələn, Nəği də demişsə, nə bilim, Oğuz bəy də demişsə, insafa fərq eləməz kim deyir bu sözü. Sözün özü önemlidir. O mesaj ki sizə verilir, o önemli ki, haqdır ya nahaqdır. Siz bundan aşinasınız, değil mi? Bu məbhəsi. İslamın talimi bunun üzərinədir. Biz isə bunu başını, ayağını başına çevirmişik bu düşüncəni. Və bunu yazmışıq. Və bunu mənim dediyim sözü yoldaşlar bilirlər ki, hansı kitabda yazılıb, hansı yerlərdə yazılıb ki, haqqın özü önemlidir. Lazım deyil haqq. Mesela haqqı bir çox cahil adam da desə, hətta sevmədiyin adam da desə, haqdır. O haqq söz haqdır. Biz bunu tərsinə çevirmişik, bu məbhəsi. O da budur ki, bizə görə o söz, o mesaj. Əslən demirik haqdır, əslən bilmirik haqdır. Əslən önemli deyil bizə. Çünki dedik ya, biz araşdırırıq, təhqiq eləmirik. O adam ki, o məstər ki, oradan sadir olur bu məfhum, bu anlayış, bu söz, bu mesaj o önemlidir bizə. Odur ki, dəyər verir. Biz böyle baxırıq məsələyə. Ona görədir ki, biz deyirik ki, filan kəs filan sözü desə də fərq eləməz, hakimin ağzından gəlirsə, yəni, baxcına önzür elə maqalə. Ərəbcəsində deyim, bilsinlər yoldaşlar ki, hardan deyirəm. Oraya bax ki, söz nədir? O nə ki, kim deyir bunu? Yox, biz deyik, düz tərsidir. Əgər bunu İnsaf Əli bəy deyirsə, bu söz, biz bu sözü eşitməyəcəyik birinci. Eşitmədik. Biz gedəcəyik, səlam aleyküm İnsaf Əli bəy. Biz gedib İnsaf Əli bəy araşdıracağıq. Görəcəyik bu kimdir? Görəcəyik bu harada doğulmuş, sizin de dediniz kimin harada doğulmuş, hansı məhəllədə, necə yaşamış, nə iş görmüş, mənfəətləri nədir? Hansı eğitimi və öyrətimi almış? Nələr bunun düşüncəsinə təsir etməmiş? Və bu nə mənfəət, böyük məsələsi bunun mənfəətləri nədir? Bunun yararları nədir? Ondan sonra deyəcək ki, bu eğer bir şey demişsə, bir mecmua sözləri demişsə, bu bizim, bax demirəm, gənə də haqdır, nahaqdır. Çünki biz təhqiq yolunu əzmişik. Biz araşdırma yolunu getmişik. Bəs İnsaf Əli bəyin düşüncələri və sözləri az, çox, bir gün biraz az, bir gün biraz əyri, bir gün biraz düz, bizim yararımızadır. Bizə uyur.
duyar. Biz böyle bakırıq mesela. İndi düşün, ben bunu dedim ki bu böyük bir, güzel bir məbhəsdir aslında. Yani biraz önce dedik ya, biz cahillərə alim deyirik bölgəmizdə tərif var. Bizim orada elə bu sizin bu adını gətirdiyiniz və bəzi şeylər oxumamışıq. Yox, çox da oxumuşuq, oxuyanlar da oxuyubdur. Məsələn, siz Ravəndidən ötə geçməyəcəksiniz. İbn Sina'dan ötə geçməyəcəksiniz, Qarabini də gətirdi. Bunlar hamısı ona rağmen biz onları tanıyırıq. O dinin təlimatına rağmen tanıyırıq biz Ravəndini. Biz İbn Sina'nı, biz İbn Rüşdü, İbn Xaldun'u, bunlar hamısı təkfir olunmuşlar. Mesela öz zamanlarında. Sizin dediğiniz için bunların düşünceleri yayılmır. Gedib gerek o bazı yerlerin zerzəmilərində tapasan ki, kopinin kopisini tapasan ki, mesela İbn Ravendi ne demiş mesela? Mesela bu adam niye bunu öldürmüşler? Niye bu adamı mesela ezmişler? Niye Gazali'ni çok büyütmüşler? İmam Ebu Hamid Gazali, ay Gazali, gece gündüz İslam alemi Gazali yerine Usul-i Kafi'den getirir, ne bileyim öbürü İmam Maturidi'den Sünni alemini diyelim yoldaşlar tanımırlar. İmam Maturidi'den getirir, İbn Hanefi'den getirir. Bunlar. Niye? Çünkü müsait yerde bunlar gelişmişler. Bu mikroplar. Düşünce sahipleri İbn Ravendi, kimin ərzələri İbn Sina, kimin ve Farabi de felsefe tarafında. Bunlar yok. Vakti ki o bölge müsait oldu. Böyle şeyler gelişler ve böyle bunların düşünceler için müteakittiler ki adam önemli değil, onun düşünceleri önemli. Düşüncelerdeki hak. Filan şey haktır. Hakkı da önceden bilirik ki hakkın mastarını bilirik. Haktır filan şeyde hak değil. Doğrudur, doğru değil. Bu bir bahs. Bir de mücerretlik bahsine gələndə bizim düşüncelerimiz özümüzden mücerretdir. Biz hamınınki öylədir təqribən. Hamınınki öylədir. Ama itiraf eləmək istəməzlər. Çünkü Hipokratlıq bilirsiniz ne demek. Hipokrat yani bir şeyi bilib eləməmək. Mesela. Değil mi? Bu da İslam'ın talimindendir veya dinin talimindendir. Ki deyir ki bir şeyi bilirsen onu eləməlisən, onu eləməsən hak değilsən de. Yani niye bir şey deyirsiniz, şey eləmirsiniz? Bunu bilirsiniz de bu mebahisi bile. Bunlar felsefi bahslerdir. Ki aslında bunu da başını ətəyin altını da başına çevirmiş bu düşüncənin. Biz de deyir ki, bəli, insan əgər yalnız bir şeyi bilsə, bir dənə unit bilimi olsa, onu təsəvvür eləmə çətindir de, değil mi? Çünkü insan çok şey bilirdir. Uşağı mesela uşaq çok şey bilir. Uşaq çok şey bilir de bir yaşında uşaq nə şey bilir. Çok şey bilir. Ama insan bir unit bilgini bilsə, ona da əməl eləsə, o düzgün adamdır. 2 unit bir şey bilsə, ona da əməl elər. Düzgün adam. 3, 4, 1. İndi buna trilyonlara gətirsəniz bu bilgiyi, buna əməl eləyə bilməzsiniz ki siz. Öyle yaşaya bilməzsiniz ki siz. Çünkü çok bilim alemi, bilim dünya, o trilyonlar bilgiler ki beynin ona kapasitesi var aslında. Trilyonlar bilgi. Çoxu da birbirine mütəzaddır, mütənafirdir, budur, odur. Və siz hər şeyə əməl edə bilməzsiniz. Siz hər halükarda gündəlik insan kimin o sosiyetenin kurallarına gündəlik kimin yaşaya bilməlisiniz, değil mi? Siz yiyeceksiniz, yatacaksınız, orada vergi vereceksiniz, ne bileyim uşağınızla, ne bileyim ailenizle, hanımınızla, erinizle. Ve burada siz eğer belli bir düşünceye yetişmişseniz, mesela Ali Bey, belli bir level'da, demirəm yukarı bir level'da, değişik bir level'da, değişik bir düzeyde bir bilgilere yetişmişseniz, siz onu her şeyi öz hayatınıza müntəbəq eləyə bilməzsiniz. Buna kudretiniz de yoktu. Bəşərdən Hipokratsınız. Hipokrat yani bir şey bilirsiniz, eləyə Eləmirsiniz. Çünkü olmaz böyle bir şey. Bəs ne kadar bilginiz çoktur, o kadar Hipokratsınız. Eləyə bilməzsiniz. Çünkü normal hayatı yaşamalısınız. O günkü ve o zamanki ve o mekanda olan durumuna, mövqeyiyyətini. Bunu ona göre dedim, mütləq mücərrətdir bizim düşüncelerimiz özümüzdən. Çünkü biz bir düşünürük, böyle filan düşünürük. Onu uygulaya bilmərik ki hayatımızda, maalesef. Yoxsa mən istəyirəm, mən düşüncelerimi uygulayam. Siz deyirsiniz, siz uygulayasınız. Öbürü də istəyir, oynayır ki, dağdaşdan, ləqəbdadan əlif. Ahırı budur ki, öyle olmaz. Ona göre düşünceleri bir türlü mücerred etmeliyiz özümüzden. Ondadır ki düşünceye uğraşa bilər. Oraya girerik, danışarıq, uğraşarıq, sonra çıka da bilərik. Özümüze yapıştırsaq düşünceleri,
onlar dünya savaşıdır. Özümüzə Doğru. yapıştırmamalı. Özümüzə yapıştıranda olur din, olur inanç. Daha düşünce olmur, bilim olmur. O yapışıb sizə, o sizin bir parçanızdır. Mən o düşünceye dokunanda onu istəyirəm tənqid edəyəm, onu istəyirəm, hətta yaxşılığın deyəm, yap istəyirəm. O sizə dokunur. Ay mənə belə dedi. Yox ya mən səninlə heç işim yoxdur şiməsən. Mən filan o düşünce bir türlü sizdən mücərrəd olmalıdır. Buna işarə etməyə çalışdım. Buyurun. Çok sağ olun. Teşekkür ederim. Aslında bu tür şey yani toplumda neçə şeyler vardı. Əvvələn biz tək yaşamırıq ki. Axı. Tək yaşamadığımız üçün də bizim fikrimizin əmələ gəlməsi çox çətindir. Milyonlar insanla, milyonlar faktorla bizim davranışımıza, düşüncemize təsir koyur, yaşırıq. Yani biz özümüzdən də bu birdən-birə məsələn möcüzə olub bir bomba atom kimi partlamır bir yerdən düşünce gəlsin. Bu düşünce toplumdan oradan buradan müxtəlif milyardılar ilgilərlə, kontaktlərlə, bir şeylər sonuçlarla, planlarla bizə bir şey gəlir və bunu yaşamaq da o milyonlarla yaşamaqdır. Və ola imkan verməyə də vardı. Normalda imkan verilmir. Yəni çoxlu şeylər var ki, məsələn, deyək, yenə elə bulacaq, istiqlalçı. İstiqlalı yaşaya bilmir. İstiqlal bir düşüncedir. Siyasi düşüncedir, felsefi düşüncedir, ictimai düşüncedir, belki elmi hatta olabilir. Yani danışıqlarda bu təbliğ olabilir. Elbette ki. Elmi. Siyaset elmidir. Bunu danışmışıq. Ama burada bunu yaşayabilmir. Ya mesela bilir ki mübarizə elədir, mübarizə belədir, ya müsbət ya mənfi. Bunun sonuçları var, sonuçları uygulayabilir. Ama o mübarizənin gərəyini 10 saat danışa bilər, amma uygulayabilmə olabilir ki, uygulayabilməyə öz həyatında. Olabilir ki olsun, olabilir ki olmasın. Yani qalıbdır o toplumda oradakı vəziyyətə, oradakı durumu. Nə qədər risk eləyə biləcəksən, nə qədər ailəni riskə salacaqsan, famili riskə salacaqsan, yoldaşı riskə salacaqsan. Məsələn, bəzən mən bunu diqqət edirəm, adam deyir ki, mümkündür mən bu işi görəm, amma məsələn bunun nəticəsində filan işlər gələr. Mənfi ya müsbət. O, mənim istədiyim amacı aradan aparar, yoxsa himayət edər. Bunları düşünməli olanda görürsünüz ki, bəzi şeylərdən adam geçməli olur. Amma düşüncə olaraq var. Mən yetirə bildim. Məsələdə o mücərrət məsələsini yetirə bildim ki, düşüncə bizdən bir türlü mücərrəd olmalıdır. Bizim dediyimiz düşüncə. Bu cür baxsaq yaxşıdır. Yəni bu cür baxsaq ki, bu düşüncə, indi düşüncənin faydası var ya yox, bunu danışmaq olar. O düşüncələr bizi bir yerə götürməz, onu danışaq. Amma bu ki, məsələn, bu düşüncəni bağlayaq, İnsafəli belə dedi, Oğuz bəy belə dedi, Oğuz bəy, məsələn, sabahları gördük ki, filan cürdür. Yox, elə bu düşüncəni də ataq geçsin, da üçün Oğuz bəydən xoşumuz gəlməli. İnsafəli setdi, məsələn, İnsafəli getdi, dərya qırağında bir əksi vardı. Yox da, bu adam milli deyil, bu adam ataq qırağa gedib orada keyf eləyir. Yox, bu düşüncə fərqlidir. Və ittifaqən fəlsəfə də budur, Oğuz bəy. Yani insanlar düzdür. O adamı da oxuyurlar. Filan kəsin Bekenin yaşamı nədir? Filan kəsin Schopenhauer'in yaşamı nədir? Nietzsche'nin yaşamı nədir? Necə yaşayırlar? O bilmən yaxşıdır. Ancaq əlaqəsi yox. Mənə görə əlaqəsi yox. Filan Bəhman, bunları da düşün, baxırsınız. Amma bunlar sizi, o fəlsəfə ayrıdır. Onun düşüncəsi ayrıdır. Yaşamı ayrıdır. Yaşamı mümkündür. %100 əsən o düşüncəsiyle fərqli olsun. Mümkündür düşüncede bir şeyler düşünür, yaşamda onu yaşayamır. Ya olmur, imkan olmur. Toplum icazə vermir. Dövlət icazə vermir, güclülər icazə vermirlər, sərmayə icazə vermir, kasıtlıq icazə vermir. Yəni o qədər şeylər vardır ki, bunlar icazə vermir onu yaşasın. Məncə bu düşüncəyə. İndi bura gələndə Oğuz bəy, mən o sualıma cevap vermədiniz. Mən özüm deyirəm, mən sizə misalda vurdum. Dedim ki, məsələn, biz xalçı ilə müxalifiq. Mən bilmirəm niyə müxalifiq. Mən müxalif deyiləm. Yox, onu şey bilirik da, yəni cənabınızla danışmıram. Toplumda üst-üstə insanlar, yəni cənabınızla danışmıram, amma mənzur toplumda insanlar normalda
Məsələn, İslam dünyasındakı mollaları vururlar. Biz öz toplumumuzdan danışırıq. Amma məsələn, Məsihiyyət, mən məsələn, Pənahəndələr, bunu sizə deyim, mən Pənahəndəlikdən bilirsiniz ki, gəlmişəm Kanadaya. Türkiyədə bir şəhər var, adı Dənizlidir. Ya, dəfələrcə olmuşam orada. 5 il bundan qabaq mən oraya getdim, bir iki ay orada yaşadım. Gözəl Bir müddət. şəhərdir. Orada Pamukkale'den oradan yakındı. Oradan gidersiniz Pamukkale'ye. orada 50.000 İranlı var. Aha. İndi ora demirlər Dənizli. Normalda İranlılar bir-birinə demirlər Dənizli. Deyirlər ki, Şirazlı. Niyə? Çünki 100.000 Şirazlı yaşayır. Şirazlılar oraya çox gediblər. Yəni Pənahəndə olublar, hamısı gediblər ora. Çox əcəb bir şeydir. Hamısı da Məsihidir. Ha. Yəni İranda mollalıqdan qaçıblar, gəliblər Türkiyədə gediblər Amerikanın ya İngilistanın ya filan yerin kilisasına, bu kilisalar da məmləkətlərə bağlı olduğu üçün gedirlər çox. Gediblər məsələn Məsihi olublar. Yəni bunlar qaçıblar buna. Yəni mən inanıram ki, heç biri nə İslamı bilir, nə Məsihiyyəti bilir. Nə onun tarixini bilir, nə bunun tarixini bilir. O fəqət bundan acığı gəlir, bundan qaçmaq üçün bir yol axtarır. Aha, bunun tayı qardaşı orada var. Yəni axtarıb tapın mən həm bu düşüncə var, bu düşüncə şeydir. Mən bəzi insanlar gördüm İranda, yaşadım bunu. Dinçilikdən xoşları gəlmədi. Çünki dincilər xüsusən hakimiyyətdə olan dillər çox cinayətlər elədilər. Din adı ilə də bunu elədilər, yaxşı da elədilər məncə, çox böyük. Mən buna görə bir zindanda olanda bir uzun məqalə yazmışam. Bəlkə 12-13 min kəlməlik bir məqalə, yəni 50 səhifə zad olar, ya 45-50 səhifə olar bir məqalə yazmışam. Nə cür məsələn İran kollən dinsizləşəcəkdir. O zaman, yəni 25 il bundan qabaq, 30 il bundan qabaq mənim ömrümə gələndə, ömrümün yarısında bu nəticəyə yetişdim ki, İranda kollən dinsizləşəcək və dinsizliklər Türkiyə ilə yəni sekularizmi onda mən istirdim anlayacağım. Türkiyə ilə və Misr ilə fərqli olacaqdı. Bu iki dənə misalı vurmuşdum oradakı. Bunlar fərqli, onlardan çox fərqli bir şey olacaqdı. Vaqən indi onu yaşırıq. İndi istəyirəm bunu deyəm ki, biz bəzən falçıları, dua yazanları, filanları deyirik, elmi deyil, nə bilim, filan deyil, atırıq qıraq. Amma mən bir dənə dostum var, çox hörmət qoyduğum bir dostdur. Deyir ki, bu rəvanşinası oxuyub Oğuz bəy. Döktürası da uşaq psikolojisi üzərinədir. Bu deyirdi ki, bizim bir ustadımız gəldi danışqahda dərs deyir bizə. Dedi ki, bir dənə adamın bir müşkülü var, bir xanımın ya bir hər kəsin. Durur gedir falsın, duanevisinin yanına. Duanevis buna bir şeyler deyir, bir şey yazır, verir. Bu adam rahatlıqla gəlir, rahat. Deyir, amma həman adam, həman müşkülü götürür, gedir bir rəvan pezeşkin yanına, rəvanşinasın yanına. 20 saat, 40 saat gedir, ona pul verir. O müşkül həll olmur, günü-gündən çoxalır. Burada karkət deyirlər Türkçə, farsça, bilmirəm Türkçəsi nə olur. Yəni onun bir işləyişi, oradan onun məsələn bir işləyişi var. Yəni adam getdi orada bir dua aldı, gəldi. Bir falına baxdı, biz rahat oldu. Sənə bir pul çıxacaq, sən bir ərə gedəcəksən. İnsanın o toplumsal müşkülünə ya social society'də olan şeydə bir yol tapdı. İndi bu bizim nəzərimizdən məsələn elm deyil. Əcəba biz onlar ki, o sahədə işləyirlər, bir növ xədəmat verirlər, bir də insanlara. Yəni, onları biz cahil deyə bilər miyik? Bu da bir məsələdir. Yəni, mən istəyirəm biraz oldu. Çox sağ olun. Yoldaşlar için orada selamlar, saygılar yazırlar bize. Bizden de selam olsun. Bizden onlara selamlar, saygılar, hösələləri için. Ve soruları, eleştirileri ve görüşleri olsa burada danışılanlarla ilgili bize yazsınlar ya burada veya sonra. Videonun altında yazsınlar. Çünkü sonraki video kalacak orada yazsınlar. Çünkü bunlar kalmışlar. Bunlar gelirler. Sonra ya size yazsınlar ya bize yazsınlar. Evet. Fark edemez. Çok sağ olun. Sağ olun aziz yoldaşlar. Biz bunlar için ne bileyim fala bakarlar, ne bileyim nedir adı?
dua yazırlar, dua Cavid yazarlar. ifadə Biz bunlara edirlər. cahil demirik. Bizə görə əlbəttə ki, cahildirlər. Ancaq onlar o cahillik dərəcəsindən biraz fərqlidirlər. Onlar şəyyad və şarlatandırlar. Onlar insanlığın insanı zəif yerlərində yaxalayıb və onları tovlayıb, onların nə fəqət pullarını və əllərindən alır, bəlkə onlara boş ümidlər vermişlər. Boş ümid insanı yoxluğa götürər. Ümidin özü də insanı yoxluğa götürər. Biz bunu öncədən danışmışıq, indi danışmayacağıq. Oldu. Biz bunu öncədən danışmayacağıq burada. Çünki çox gözəl bir məbhəsdir ki, biz ona inanırıq. O da budur ki, umud, Farsçada ümid ki deyirlər, o əski Türkçədəndir. Umud insanın düşmanıdır. Umud insanın zərəri var. Umud insanın hərəkətinə, işinə zərəri var. Hələ qala ki, boş umud ola. Biri deyər ki, indi burada kilisalarda, məscidlərdə olmur, amma çoxu kilisalarda mən görürəm. Gedir, deyir ki, məsələn, qarnımı burası ağrıyır. Ya sərətanım var, məsələn, qarnımda. O da hələluya, mələluya bir şeylər atılır, düşür, deyir, sən düzəldin, sən get. O da gedir, 2 aydan sonra ölür, deyir. O da deyir, onun əcəli gəldi. Ona ümid verir o 2 ayı. O rahat yaşayır. Bunu uyuşturucu da bu işi görər. Yəni, fərq eləməz. Biz uyuşturucunu gözəlləmək məqamında deyilik. Biz o şeylər ki, insanı xoş elər halını, onu gözəlləmək məqamında və onu onaylamaq məqamında deyilik, o şəyyatların və şarlatanların işidir. Biz gəlib demərik, əgər bir şey səni rahatlayırsa, sənə xoş gəlirsə, demək o işləyişi vardır. Bu bizim məqamımız deyil. Biz bundan daha ötədəyik. Biz deyirik ki, insan çeyəlməməlidir. İnsan daha çox hiss eləməməlidir, dərdi hiss eləməlidir və dərmana tərəf hərəkət etməlidir. Biz daha pragmatik bir düşüncə adamıyıq. Bu burada. Ondan sonra o durumdan zəhərlənməyi işarə elədiniz, çox gözəl, oraya işarə. İndi bölgədə, Orta Doğuda kolonial, yəni istismarcılar və postkolonial, yəni istismarcıların yeniki istismarı təsirinin altında Orta Doğu daha dinçi, daha fundamentalist və daha qeyri-demokrat və qeyri-milli dövlətlərin və hökumətlərin altında yaşayır. Onları istəsəniz sonra eləyək. Buyurun. Baxın. Yəni Orta Doğuda İslam dünyasında, müsəlmanların yaşadığı məmləkətlərdə istismarcılar və yeni istismarcılar, yəni new kolonializm, Muhatirin, Maleziyanın əski prezidentinin Məhəmməd Muhatirin gözəl düzəltdiyi bu kəlmə, new kolonializm, yeni koloniallıq. Yeni koloniallıq gücləri başda Amerika olaraq, Fransa olaraq, İngiltərə olaraq və əvanu ənsarları Orta Doğuda və İslam dünyasında əsla nə milli dövlət istəyirlər, nə demokratik dövlət istəyirlər. Və özgürlük, və o Mustafa Kemal'ın dediyi kimi, özgürlük və bağımsızlığı bəyənməzlər bizlərə. Özlərini bəyənirlər. Bizim bölgədə, müsəlman bölgələrində səfalət, geri qalmaqlıq, fundamentallıq, baş kəsməklik, müşəklərin düşməyi, qan və cəhalət hökm sürməlidir. Demək ki, neokolonialistlər bunu support edirlər bizim bölgədə. Onların nəticəsində İrandakı bu işğalçı rejim kimi, ne bilim, başqa yerlərdə, mesela Ərəbistandakı bu dünyanın geri qalmış sistemi, bu Vahabi sistemi və ya başqa fundamental və Əfqanistan'da yadımızdan çıxmasın. Çox gerici hükümetlər və düşüncələr hakimdir. Pakistan'da da öylədir. Mən bunu sizə ərz edeyim. Bunun nəticəsində indi buna baş qaldırı vardır. İndi bunun da qarşısı var. Bir tərəfdən siz əsla fikirləməyəsiniz ki, neokolonialistlər o baş qaldıranları, o müxaliflərin yanındadırlar. Yox. Onlar, mesela İran dövlətini 45 ildir böyle istəyirlər, böyle də qalmış. O müxaliflər ki, əslində istəyirlər bu zülm, bu cövr bitsin. Güney Azərbaycan tərəfindən baxanda əslində istəyirlər ki, İran işğalından qurtulsunlar. Əslində bu bəzən bir tuzağa düşürlər. Yəni zəhərlənirlər. O da budur ki, İslam'a qarşı düşürlər. Yəni
bütün meseleler İslam'a karşıdır. Ona göre sizin dediğiniz kimin biri gelir Hristiyan olur, biri gelir dinsiz olur. Ama İslam'a karşı. Niye? Çünkü o taraftan neokolonyalistler gayrimilli ve fundamentalist ağır dinçi, aşırı dinçileri support edipler. Mesela Afganistan'da 40 yıldan sonra, ne bileyim 45 yıldan sonra ne oldu? Kimleri daha çok support elediler? Kimlere en modern silahları verdiler? Paraları verdiler, çıktılar. Bütün neokolonyalistler, Amerika'sı olsun, Fransa'sı olsun, NATO'su olsun. En çok Afganistan'da en gayri mantığı, en aslen yani ne diyelim fundamentalist İslamcı dinçiler kim? Talibanlar idiler. Onlara verdiler. İran'da da bu işi görmüşler. Çünkü bunlar 100 ildir, bunlar bizim dokumentlerimiz var, senetlerimiz var. Herkes şart gelirse desin, lütfen sunak onları. Yazmışık, sunmuşuq. Hem Afganistan'da Peştunlaştırmak ve İran'da Farslaştırmak planı var. Ve bunun en altında geliyor, hele bu İslamçılığın, bu fundamentalistliğin. Orada da Talibancılığın. Bunları isteseniz siyasete geçecek budur mesela. Siyaset değil. Aslında bunlar düşüncede Oğuz Bey. Yani düşünüşün asli meselesi budur. Mesela indi bu güzel yere geldiniz. Bana hem düşünce verdi. Yani düşüncelerimizi biz açıqlırıq bu düşüncelerinde. İndi bu baxanda öz məmləkətlərimizə mən görürəm ki məsələn məşrutədə bir hərəkət var. Bir şey qalxır bu məmləkətdən, düşüncələr qalxır. Rıza Şah adında bir adamı gətirirlər üstə, o düşünürlərin nəslini kəsir. Yəni düşünüş getdi. O üstü götürür, o eliti götürür. Düşünüş getdi, indi qalır biraz yetişir. Biraz yetişir, müsəddiqi gətirirlər iş üstə. Ya müsəddiq gəlir iş üstə, müsəddiqin əleyhinə kodeta orada o nəsli götürürlər. Düşünürlərin nəslini götürürlər. Çünki bunlara düşüncə xətərdir. Sonra görürsün biraz yine bir insanlar orada burada biraz yavaş 57 inkılabı diye bir şey gelir ortaya birdenbire hiç kimse bilmir bunun ne arkası var. Mesela biz indi hiç olmasa Cenab-ı ve bazı dostlar məndən şeydiler pişkan farsça məndən öncüldüler. Bunlar 30 ilde 35 ilde Azerbaycançılıq edirlər. Ələni yazırlar, danışırlar, gedirlər, gəlirlər, zindana gedirlər, ora gedirlər. Bunlar nədir məsələn birdən-birə bunlar inqilab olmur, amma birdən-birə məsələn gecə yatdıq, səhər dedilər Xümeyni adında bir adam Əraqdan bir şey yazdı. Gəldi səhər burada bir inqilab. Gecə də yəni 10 günün içində, 5 günün içində, yəni çox çəkmədi. Bunu 30 ilin içindeydi. 30 il çekti. 30 il ilə axı 1342'de Güney Azerbaycan'da bir nəfər Xümeynini tanınır. Yani oradan bize tarih verirlər. Önemli değil. Oradan bize tarih veriblər. Bizdə belə bir şey yoxdur. Bizim familiylər, mən tanıdığım insanlardan ki tanıdığım, bir dənə molla Qumda dərs oxurmuş, o bilibdir. Ki burada mesela bir dənə molla var, adı Xümeynidir. Yani bu ondan sonra o da çıkıp gidip de kurtuldu mesela insanlar onu hiç ama bize bir şey bir zihin yarat. İstem bunu diyeyim şey. Bir gecede ya her bir ayda 2 ayda bize bir zihniyet düzelttiler. Biz durduk bir nesli katliam elediler. Bir nesli hem şah öldürdü yabanlarda hem Şah cidden sonra bunlar tuttular, idam elediler, öldürdüler. Sonra bir İran-Irak savaşı saldılar. Sonra bu grupları o yağlar çoxalmış da ki üniversitede orada burada insanlar o gelmişler xama vermişler kaymak olmuşlar üstə bunların hamısını mücahid diye ne bileyim Sude diye Fəddai diye falan diye Bəhman diye hamısını edam elədilər hamısını aradan apardılar yani indi Afganistan'da da bu oldu Türkiye'de de bu olubdu, dəfələrcə olubdu. Suriye'de Suriye'de olubdu, Misri'de olubdu. Yani ben Müslüman memleketlere baxıram, görürəm ki, bunların hamısında bu fəlsəfənin məsələsidir. Yani biz bunu danışmalıyıq ki, niye bu vəziyyət, niye belə olubdu? Bunu biz danışmalıyıq. Necəliğini de danışmalıyıq hətta. Yani elmi baxışdan da danışmalıyıq ki, bizim başımıza ne gəlibdi? Niye mesela bu yere yetişmiş ki Türk topraklarının hamısı işgal olur. Yani ciddi yani bir bakın 30 yıl bundan qabağa siz deyince 30 yıl bundan qabaq
Türkiye ki yarı müstəqillidir, yarıdan da az bəlkə müstəqillidir indi. Bundan sonra deyin ki, məsələn bir məmləkət var idi 30 il bundan qabaq, Türk torpaqları müstəqillidir. Yəni bu fəlsəfənin düşünüşü bəhsidir. Niyə biz bu duruma düşdük? Nədən olur bizim hər bir, mən bir dəfə bunu fikrim sizə cənabınıza göstərmişəm, bunun videosunu da düzəltmişəm. Oğuz bəy, hər 25 il, 20 il ta 25 il bir dana inqilab oldu İranda. Devrim oldu. Bu devrimdə bir nəsli, o deyirlər ki, ziyalı, aydın, düşünür. Onlar için sual soruşabilirdi. Bakın ben felsefenin sual bilirim aslında. Sual soruş cevap aktar. Ben bunu bilirim. Olabilir ki yanlış gələ bəzilərin nəzərinə, bəzindən doğru gələ. Ama o mühim değil. Mühim budur ki, bu adamın zihnində sual soruşmaq cəsarəti, gücü tapıldı. Bunları öldürürlər. Hər bir, mesela 25 ildə bunlar qətl am olur. İndi bunun sikli çoxalıb Oğuz bəy. İran deyilən yerdə bu dairə ki, hər 20 il ta 25 ildə bir qətl am olurdu. Mən bunu məşrutədən qabaqdan çıxartmışdım ta bu şeyəcən, məsələn son hərəkətəcən. İndi bu biraz qıssalıbdır. Gəl 3 ilə, 2 il yarım, 3 ilin arasında bir hərəkət olur. Ciddi hərəkətlər olur. Və cəlibdir ki, bəzən mən bəzən deyirəm ki, yəni bəhs edirik da, indi bunu sual şeklinde değil. Bazen bakıram ki, olan biz mesela topraklarımızda falan şey istiyoruz. Bunu harici güclerde istirlər. O gücler ile bizi buradan vurublar, öldürüblər. Onların da mənafeyinə gəlir axı. İndi acaba biz bu mənafeyi üçün onların da mənafeyinə gəlir, biz bu mənafeydən çıxaq qırağa. Yəni öz milli mənafeyimizi. Yap ki biz istiqlal istiyoruz. Mesela bunu onlar için İran'la da muhalifler. Türkiye'de de bu var. Bilirsiniz bu düşünce Türkiye'de çok böyle şeydir. İran yıkılırsa Türkiye yıkılacak diye bir teorileri var. Ve bunun esasında Güney Azerbaycanlıları, Ərəbləri, Bəluçları, Türkmenləri himayət eləmirlər. Əsla himayət eləmirlər. Nə radyo televizyonları, nə siyasiləri, nə ordusu, nə təşkil istihbaratı, heç yer himayət eləmir. Siyasiləri falanları himayət eləmirlər. Radyo, televizyon falan. Gazeteciler, yazarlar, düşünürler. Hamısı bunun tersine danışırlar. Ama ben indi acaba tüm bu istiklal düşüncesi İran'ı yıkar. Ben istiklal düşüncesinden geçeyim mi? İndi bu birisi tərəfdən qeydəndə baxırıq. Yəni qeysəm yenə həman qabaqçı sözümə. Bizim milli hərəkat dediyimizdə Azərbaycanlıların məşrutə dövründən bu günə qədər bir siklin içində, bir 20-30 ilin içində hey qətl var. Hey o indi xüsusən qətl amın ikinci mənası var Oğuz bəy. Mən baxanda belə görürəm ki, vətəndən qaçdırma. Yəni ziyalı vətəndə qala bilməsin. Öldürməyək da məsələn, amma bu vətən burada qalmasın, qırılsın. Yəni bu az öldürmək nə idi? Öldürmək buydu ki, bu adamın ilgisi bu cəmiyyətinə kəsilsin. Bu insanlara bunun mərəzi qarışmasın. Onlar da ziyalı olmasınlar. Onlar da soru soruşmasınlar. Ciddi deyirəm, bunu mərəz kimi görürlər. Bu düşüncəni mərəz kimi görürlər. Məsələn, adına pantürk qoyur, bir təzki tərəf bulur. Yəni mərəzdir də, bunu mən öldürməliyəm. Yəni bunu aradına aparmalıyam deyir. Bunu indi bu adam neynir? Deyir ki, bu adam Oğuz bəy çox düşünür, çox sual soruşur, çox cavab axtarır, çox düşünür. Bunu burada bu məmləkətdə qalmasın. Bu adamlara daraşmasın bunun fikrini. İnterneti niyə bağlır? Niyə internet? Geçen hafta dostlara mesaj göndermiştim ki gelin burada kulak asın Oğuz Bey'le bu bəhs aparacıyıq falan ciddidir. Deyir ama geldik ve əsən baş tapmadıq ki çünkü o qəz zəifdir ki donur. Ağzınızı atırsınız danışırsınız donur birazdan sonra gelir bir ayrı kəlmə gəlir bilmək olmur ki nə dediniz vəsətdən. YouTube'a baxamır. Niyə? Çünkü izole edir. Hem sizi izole edir. Hem toplumu izole edir. Yani diyor ki bu olmasın. Bu bir o qətl amdır. Çünkü sizinle toplumun arasını kəsirsə, toplumda sizin düşüncəz yayılmazsa ya onun düşüncəsinin qarşısına bir düşüncə çıxması o atın çapar. O atın
bilər. O orada qəhrəman çıxar, falan çıxar. Çünki siz onun qabağına çıxmadınız ki. Sizin düşüncəniz onun düşüncəsinin qabağına çıxsa, onun düşüncəsi meydan ala bilməz. Amma o zaman ki siz orada yoxsuz, qətliam bu olur da. Mənim nəzərimdə qətliamın bir mənası bu olmalıdır. O zaman ki bir insan sazimaniyyəldə də belə bir şey var. O zaman ki insanları köçmə məcbur eləyəsiz. Öz istəklərinin xilafına köçə məcbur olalar. Bu şey hesab olur. İnsan haqlarının aradan aparmaq hesab olur. Qətliamın içine bilmirəm, indi gəlir ya yox, bu kəlməni işlətməyim ki, orada qətliamın içine gəlir ya yox, amma əgər istifa eləməsəm şeyə, genosayda varid olur. Genosayda şey olur da, yəni, bəli, genosayda girir, genosaydın içine girir. Yəni, onun şəkillərin sayırlar, formların sayılır. Biri də budur ki, insanları məcbur eləyəsiniz. Qaçalar. Yəni, indi İstəyirəm bunu düşünəm. Yəni, bu da bizim düşüncəmizin məbhəsi olmalıdır ki, bizim başımıza nə gəlib, düşüncəmizə nə gəlib ki, hər 20 ildə bir dəfə bizim düşüncə saatlarımızı qətliam edirlər. Rəsmən. Məsələn, pişəvəri zamanda 25 min nəfər. Az da, Oğuz bəy, az deyil. İran-Irak savaşında 300-400 min nəfər, 500, 1 milyonacan deyirlər adam ya öldü, ya edam oldu, ya əlil oldu, zəlil oldu. Az deyil, yəni. O məmləkətə aparıcı bir gücü, o məmləkətdə yaradıcı yaradan, güc yaradan, iş yaradan, tolid eləyən, ürətən qrupu aradan aparırsınız. Düşüncə olsun, teknoloji olsun, siyasət olsun, bunları yaradacaqdılar. Bunları aradan aparırsınız, məmləkət fəqirləşir. Acaba bunlar bizim fəlsəfəmizin bəhsi olmalı, yoxsa siyasət deyəndə məsələn bunlar... Çox sağ olun. O gündəlik bəhslər əlbəttə ki, yəni danışıla bilər değişik bir alanda. Ancaq yəni onun sizin də dediyiniz kimi niyə belə olur? Onun kökənini və illətini və qaynağını araşdırmaq və aramaq təbii ki, fəlsəfi bəhsdir. Biz Güney Azərbaycan millətinin, Güney Azərbaycan tarixi ərazisini istiqlala yetirib və İran Fars işğal sistemindən qurtarmaq prosesində və mübarizəsində və mücadiləsində İslama qarşı şey olmamalıyıq, o tuzağa düşməməliyik. İslama qarşı ziddi İslam olmamalıyıq. Çünki İran hökuməti öyle iddia edilir ki, İslami bir hükümet, adını koymuş Cumhuri İslami İran. Bu böyle aldadır bizleri ve dünyada ve bölgəni də ki, bunlar İslami bir hükümettiler. Halbuki New Zealand məmləkəti və Finland məmləkəti İslam qəvaninine, bunu məndən eşidin və inanın, İslam qəvaninine daha uyalıdır ta İran İslam Cumhuriyyətinin. Hətta qanunları da, uygulamaları da. Ona görə heç, mən demirəm abi, bəlli bir yaxçı bir İslam vardı, bunlar onun pisini idarə edirlər. Mən heç öyle də demirəm. Güney Azərbaycanın istiqlalına yönəli hərəkətin motoru Türklərdir. Güney Azərbaycan Türklərdir. Bunun içində değişik millətlərdən də olsa, tabii çox da gözəl, sevinərik. Ancaq bunun motoru Türklərdir. Oradakı təzyiq Türklərə olunur. Oradakı okullar ermənilərə bağlanmır ki, bizə bağlanır. Yəni, orada olunan zülm, çoxunluq bizim. Bizim çoxunluğumuzu aradan aparmaq istəyirlər. Ermənilərin, Asurilərin, nə bilim, orada yaşayan, bölgədə yaşayan Kürtlərin, Fasların deyil ki, bizik. Orada bizim Türklərində, Güney Azərbaycanda yaşayan Türklərində çoxunluğu müsəlmandır. Bu çoxunluğu, müsəlmanın da çoxunluğu Şiədir. Biz gerçeği, biraz önce tekrar dedim, biz pragmatik sözünü boşuna demirik. Pragmatizm nedir? Yani gerçekleri her zaman nəzərdə almaq. Gerçek, siz her şeyden kaçabilirsiniz. Siz başınızı her qara sokabilirsiniz. Ama başka yeriniz eşdə qalar. Güney Azərbaycan
milli hərəkətinin ki, istiqlala tərəf hərəkət eləyir. İran işğal, Fars işğal sistemindən eşiyə çıxmaq istəyir. Ki, heç zaman İranın bir parçası olmamış. Hər zaman özünü və bölgəni idarə eləmiş. Oraya tərəf hərəkət eləyir. Bunun güclü motoru Türklərdir. Türklərin də çoxu müsəlmandır. O müsəlmanların çoxu da şiədir. Bu gerçəkdir. Bundan yani bunu özümüzü aldatmayacağıq ki. İçində az inananları var, çox inananları var, namaz qılıb oruç tutanları var, tutmayanlar. O bizi dəxil eləməz. O, sən onun get yanında Əbülfəzl Abbasa bir sözdür, o səni aradan aparır. O Allahdan çox Əbülfəzl Abbasa inanır. Yəni sən belə bir millətlə uğraşsın. Bu gülməli də olsa, ağlamalı da olsa, gerçək budur. Bizim bu bunun indisi budur. Bu hali, hazırı budur. Yaxçıdır, pisdir. Daha da orasını getmiyor ki, yaxçıdır, pisdir. Daha da yaxçı ola bilər, olmaz, onu danışmır. Pragmatizm bizə deyir ki, pragmatiklik bizə deyir ki, gerçək budur. Bunu qəbul edəcəyik. O anlama gəlməz ki, qəbul edəcəyik, deyəcək, belə də qalsın. Yox, indi budur. Sən bununla gedirsən, sən bununla uğraşmalısan. Gedib başqa yerdən millət gətirməyəcək. Başqa yerdən, Madagaskardan millət gətirməyəcək. Elə budur. Bunlarla uğraşacaq. Bu Hüseynçilərlə. Bu ki, deyir ki, yəni desin, sən kimsən? Deyir, mən Hüseynçiyəm. Yəni, özünü belə tarif edir. Deyir ki, deyir, mən Hüseynçiyəm, çox gözəl. İlin bir ayını, 2 ayını qərə giyinir, özünü dövür, ağlayır. Mən bilmirəm adam necə ağlayır. Necə özündən çalışır, pul verir, biri bir şeylər deyir, bu ağlayır. Bu, mənim olabilir məntiqimə uymur. Amma biz bu adamla uğraşırıq. Və bu uşağının adını da Hüseyn qoyur. Uşağının adını mesela George qoymur ki. Bunları bilməliyik. Bu ona görə biz Güney Azərbaycan Milli Hərəkətinin, mənim tövsiyəm, Milli Hərəkətin rəhbərlərinə və çalışanlarına budur ki, əsla İslam düşmanlığı tuzağına düşməməlidirlər və ondan zəhərlənməməlidirlər. Farsların o tuzağına düşməməliyik. Çünki Farslarda, bilirsiniz, İran şəhrilikdə, İrançılıqda anti-İslam deyə bir məsələ var. Çünki bunlar hər zaman İslama düşman olmuşlar. İlla Sünni İslama düşman olmuşlar. Şiubilik tarixini oxumalısınız. Farslar necə İslamı qarşılamışlar və necə bunlar bilməlisiniz. İndi hali-hazırda sosial mediada, yazılarda, kitablarda görərsiniz ki, İslama qarşı çox iləridədirlər Farslar. Fars olabilir, Fars deyil, olabilir Türk'tür. Ama Fars mental, Fars nökərçiliyində. Düşüncəsi, Fars düşüncəsi. İrançılıq nökərçiliyində Fars Türk, İslam düşmanıdır. Mən bunu 84'te orada dadqaqda demişəm, məhkəmədə, kərəcdə. 84'te. Biz ne İslam'a qarşıyıq, ne Cumhuriyete. Çünkü oranın adı İran İslam Cumhuriyetidir. Bizim düşüncemiz, o felsefi düşüncemiz bunun üzerine olmuş. Çünkü orada 3 tane kələmişlərdir. İran İslam Cumhuriyeti, Cumhuriyet İslam İran. Biz ne İslam'a qarşıyıq, ne Cumhuriyete. Cumhuriyet idare sistemidir. İslam da bir dindir. Sen geçinen kitapxanalara, orada din kitapları var. Bu da onların biridir. Sen de orada doğulupsan Müslümansın. Başka yerde doğulsaydın başka şey olacak. That's it. Ve Cumhuriyet tekrar ziladik. Ne idare sistemidir. Bizim problemimiz budur ki sen gəlib mənim evimi işgal edibsən. Cenab-ı Hak İran. Sen benim evimden çıxacaqsın eşiyə. Mən özüm bilərəm cumhuri idarə elərəm buranı, Azərbaycanı. Şahlıq idarə elərəm, diktatorluq idarə elərəm, İslam idarə elərəm, Yahudi idarə elərəm, ne bilim dinsiz idarə elərəm, gedərəm, ne bilim başqa yerlərdən din gətirir. Onu mən bilərəm. Mən başıma nə güllər taxacağam. Yəni mən öz yolumu gedəcəyəm. Geçən 30 ildə Azərbaycan. Yəni onu da bu gün danışırıq ki, biz nə görürük gələcəyi, nə istəyirik. Yəni bu cür deyil ki, yaxşı millətimizə, məsələn siz bilməyin biz nə istəyirik gələcəyə. Yox, biz açıq da deyirik. Bizim nümunəmiz Azərbaycan Cumhuriyyətidir. O da bizim torpaqdır. Azərbaycan Cumhuriyyəti ayda deyil ki. Azərbaycan Cumhuriyyəti Azərbaycan toprağındadır. Azərbaycan Cumhuriyyəti biz böyük Azərbaycanın bir qismində bir dövlət qurmuşuq.
O, yani biz qurmuşuq da, onu bizim qardaşımız qurmuş, əmoğlumuz qurmuş, yəni adamlardır. Orada bir dövlət qurmuşuq. Bir cumhuriyyət qurmuşuq. Adı da Azərbaycan Cumhuriyyətidir. Nümunəsi odur. Yaxçıdır, biraz yaxçıdır, biraz da fesdir, biraz da bunu eləyir, biraz da onu eləyir. Yəni odur da. Türkiyə Cumhuriyyəti var. Nümunələrimiz var bizim. Yəni o da budur ki, hər kəs hər dindədir, hər düşüncədədir, azad olmalıdır. Heç kəsi heç dinə, heç bir işə mecbur etməyəcəksin. Və başqa yerlərdən gələn səmmiləri, məsmumiyyəti də önləyəcəksin. Yəni biz Azərbaycanı qoymayacaq ki, xristianlaşsın. Biz Azərbaycanı qoymayacaq ki, hindulaşsın. Və Türkiyəni qoymayacaq ki, xristianlaşsın. Əsla öyle değil. Yəni biz damın bu tərəfindən gedib, o tərəfindən düşməyəcək ki, bizim millətimiz müsəlmandır. Biz müsəlmançılıqdan, İslamdan aydınlaşmağa gedəcəyik. Yolu budur. Yani biraz önce ne dedi? Farabi'den ne dedi? İbn Sina'dan ne dedi? Rabbani'den de bunlar ki o zaman bunları koymayıplar ki rahat yaşasın ve düşünceler yayılsın. Biz dedik olan da düşünceler yayılmalıdır. Biz o İslam'ın içinden kalkıp biz bu işi görmeli ve biz öz zamanımızda eləməliyik. O millət içi, o yer içi, o coğrafik işgal altındadır. Sayın Səfəli bəy. Ona bu cür məsələləri danışmaq mücaz deyil mənə görə. Mən bunu deyirəm. Açıqca hər kəs də bəyənmir, bəyənməsin, geçsin, başını hansı duvara vursun. Güney Azərbaycan Milli Hərəkəti ideolojilərlə, solçuluqla, salçılıqla, kommunistliklə, sosializmlə, İslamla, liberalizmlə, bunlarla uğraşmamalı. Siz bilirsiniz, bəziləri uğraşır ki, gecə gündüz çörəyi, peyniri, yeməyi danışığı liberalizm olmuş. Öbürünki də olmuş İslamçılıq. Öbürünki də olmuş sosialistlik yaxşıdır. Ay qardaş, başınızda dolanım sizin. Siz gəlin bu oğruyu, bu işgalçıyı evdən ataq eşiyə. Ondan sonra biz birbirimizin başımıza çalacağıq. Necə ki 10 ildir birbirimizi qırırıq, başımıza çalırıq. Məclisimiz olacaq, devlətimiz olacaq. Məclisdə birbirimizi dövəcəyik, çalışacağıq. Xristiyan partisi də düzəldəcəyik, İslami partiya da düzəldəcəyik. Vallahi biz sosialist partisi də düzəldəcəyik. Amma istiqlal olmadan sən yoxsun. Yoxdur da. Vaqiyyət budur ki, Güney Azərbaycanda bu günləri heç bir fikrin azadlığı yoxdur. Heç bir fikrin, heç bir düşüncənin, heç bir ideologinin azadlığı yoxdur. Buyurun. Sizin İslamçılığınız, sizi demirəm əlbət, hər milli hərəkətçinin, hər kəs özünü Azərbaycan, onun İslamçılığı boşdur. İslam düşmançılığı boşdur. Getmiş Farsın quyruğuna düşmüş, əgər İslam düşmanı isə. Onun sosialistliyi də, kommunistliyi də, liberallığı da, hər türlü, hər nə devlət sistemindən danışsa, boş sözdür, vaxt tələf edir, yalan deyir, sədaqəti yoxdur. Bizim siyasi öndərimiz, düşüncə öndərimiz Məhəmməd Əmin Rəsulzadə kimi, Elçi bəy kimi, Cənab Heydər Əliyev kimi, Mustafa Kemal Atatürk kimi açıqca deyir ki, bir kəlmə bağımsızlıq və özgürlük. Birinci bağımsızlıq olmasa, özgürlüyün də yoxdur sənin. Sən heç bir şeyin yoxdur, sənin dinin də yoxdur, imanın, mən arz edirəm. Sənin dinin də yoxdur, əgər İslamçısan, yalan deyirsən. Öncə toprağını qurtaracaqsan Farsın işğalından. Ondan sonra necə bax, sünni olursan ol, şiə olursan ol, ne bilim, hər nə olursan. Olur da bilirsin, indi burada bu məsələ də var, Oğuz bəy. İslam dediğin bir şey... Farsın anti-İslamcılığından zəhərlənməməliyik. Əhsən. Sözüm bu. Bizim Oğuz bəy, məmləkətlərə baxanda, İslami dediyimiz məmləkətlərə baxanda heç bir məmləkətdə olan İslam, o birisi məmləkətdə olan İslamdan %100 bir deyil. Əlbəttə ki. Və hər şəhərin, hər mahalın özündəki İslam baxışı da o birisi mahaldan fərqlidir. Mesela Ədəbdəki İslam, Təbrizdəki İslamdan fərqlidir. Oradakı Urmiyə ilə fərqlidir. Oradakı Zəncan ilə fərqlidir. Oradakı Həmədan ilə fərqlidir. Çünki toplumda İslam toplumun rəngini alır. Ya toplumun rəngi, toplum İslam o cür istəsin ki, özü istəyir. Yoxsa İslam özünü təhmil eləyə bilmir onu. Yəni, onun üçün də görürük ki, heç yerdə İslam, yəni iki yer tapa bilmirsiniz ki, İslam bir-birinə tay olsun. İki dənə molla tapanmırsınız ki, ciddi iki dənə molla tapa bilməzsiniz ki, onların dedikləri İslam %100 bir olsun. Aynı olsun. Düzdür. İrançılıq fəlsəfəsi, İran şəhri fəlsəfəsi, Səfəli bəy, işğalçılıq fəlsəfəsi bizə deyir ki, bizə
Deyir ki, gəlin enerjinizi ey cavanlar, Buyur ey, dilinlə ey savaş. gəlin İslam'a qarşı, sizin dərdiniz İslamdır. Gəlin İran İslam'a qarşı dilin. savaş. Əhsən. Barakallah. Yaşa. Bu enerjinin birazı ayıqdır deyir, bizim İslamla işimiz yoxdur. Ben bətərdən müsəlmanam və istiqlalçıyım. O ama deyir, gəlin enerjinizi biraz da bu, çünki deyir ki, dərdlərimiz, bütün bu bölgənin dərdləri İslamdandır. İslamı biz götürsə, biz öncədən zərtüşt olmuşuq, ateşpərəst olmuşuq, nə bilim, nə olmuş, hər nə olmuşuq İslam. Çox gözəl. Əslən İranın problemləri, bilirsiniz, bunların İranı danışmıyor. Da İranı danışmıyor. Fars'ı danışmıyor. İşğalı danışmıyor. İran deyilən məhkurət yaranmış Qacarların ortalarından bu indiki bu modern İrandır. Yoxsa bir yerdə 300 il öncə yazmış İran onu demir. Bu İran şəhri, bu Persianet deyirlər əslində şeydə. İngilizcədə İran şəhri olur Persianet. Yəni Farsın hakim olduğu. Farslaşdırmaq. Yox. Fars kültürünün və mədəniyyətinin əli çatdığı yerlər olur Persianet, İran şəhri. Mısır da olur. Yəni Çinin yarısı yox. Çinin yarısı yox, amma Çinin bir parçası da olur. Düzü budur. Yəni orada gedib görsən ki, məsələ iki kəlmə farsça danışılır ki, danışılır Çinin bəzi yerlərində və ya filan gələnək var orada, o olur Persianet, yəni İran şəhri. Düzdür, tamam. Demək ki, İran mədəniyyət, o bu bölgədə gəlişən mədəniyyət özünü oralara yetirə bilmiş. Həm Sasani zamanı, həm Səlcuq zamanı, həm nə bilim, bu Səfəvi zamanı məsələn. Bunun adını qoyurlar İraniyyət, İran şəhri, İraniyyət yox. Çox gözəl, bunu Rus şəhri də deyə bilərsən, yəni. Rus şəhri də. Türk şəhri də var dünyada. Türk şəhrini hesaplasanız bilirsiniz da, yəni haranı tutar. Yəni dünyanın təqribən hər yerini tutar. Yəni bu Afrikanın şimalında tutar, Asiyanın hamısında tutar, var Türk şəhri. Bəs o qədər də fikirləməyin, İran şəhri çox şeydir. Məsələn, İran şəhri var dünyada. Ondan sonra biz, yox, öyle hər şey şəhri var. Öyle Rus şəhri də var, Fransa şəhri də var. İngiliz də var, İspanya da var, Portugal da var, Ərəb də var, Erməni də var. Heç fikirləməyin ki, pan-türkizm pisdir. Yox, pan-türkizm də bir düşüncədir. Çünki bunun pan-amerikanizmi də var, pan-islamizm də var, pan-ərəbizm də var, pan-iranizm də var. Hamısı da gözəldir. Amma öz rızığında da yəni. Sən də gözəlsən öz evində də, mən də gözələm öz evimdə. Yəni heç fikirləməyin ki, İran şəhri məsələn çox pis bir şeydir. Yox, bunun Türk şəhrisi də, bunun Azərbaycan şəhrisi də var da. Vaxt gedirsən, görürsən Bəğdadda filan duvarda filan yerdə Azərbaycan türkçəsində şey yazılıbdır. Bəs Bəğdad Azərbaycan şəhrinin içindədir. Göz Pakistanda. İndiki Pakistanda. Dehlidə. Azərbaycan türkçəsində. Azərbaycanda danışılır türkçə şivəsində, İstanbul şivəsində yox. Buxara şivəsində yox. Azərbaycan şivəsində Hindistanda, Pakistanda, hamısı Hindistan idi. Daşın üstündə yazı var. O olur, ora Azərbaycan şəhrinin bir parçasıdır. Mən bunları sizə deyirəm ki, sizi ərz eləmirəm. Ki, siz silahlanasınız ki, İran şəhri də var, Azərbaycan şəhri də var, Türk şəhri də var. O orada. Mən genelde o sözümü təkid edeyim ki, İran işğalçılıq sistemi istəyir ki, siz, Azərbaycan milliyyətində olanlar, cavanlar, gənclər, enerjiniz getsin İslam'a qarşı. Deyir ki, hər şey fəryaddarid, ay Xümeyni demişdi. Bərsər Afrika. Hər şey var. Deyir ki, çünki İran şəhri mentalitəsində iki dənə ən böyük düşman var. Deyir ki, İran şəhri qulaq asın, oxuyun, bütün bu İran şəhər kitablarını oxuyun. Deyir ki, İran geri qalıb da dünyada. İran nə Çin vəziyyətindədir, nə Fransa vəziyyətində, nə Amerika vəziyyətində. İran dünyada teknolojide, düşüncədə, hər şeydə geri qalıbdır. Deyir bizim geri qalmağımızın nədəni, səbəbi Ərəb işğalıdır, tazilərin işğalıdır, İslamdır və Türk-Moğol, Türklər. Vəhşi Türklərin biyabancərd, qəbail biyabancərd şimali, yəni biz, bir də ki tazihay biyabancərd mələkxor. Bu iki millətdir ki, bura bədbəxt edibdir. Yəni
elə bil ki, heç bir millət heç yerdə işğal olunmayıbdır. Ruslar məsələn bütün insan tarixi Türklərin, Tatarların idarəsi altında qalıblar. 1400-1500-lərdən də qurtulublar Tatarların, Türklərin idarəsindən, lap düzün ərz eləyim. Yəni Yunanlılar məsələn 600 il, 700 il Türk işğalının altında qalıblar, Türk idarəsinin altında. Yəni onlar desinlər ki, bəs biz gərək gəlişməyək, bəs bütün şey budur. Bildiniz nə deyirəm yəni. Bizim gücümüzdən istəyirlər ki, bizim tamam o yıxıcı gücümüz, muhalif gücümüz ki, eləyə bilər İran və Farsa zərər versin, onların milli mənafeyini qaldırsın. O getsin, deyir ki, mənə həml eləmə. Sən mənə həml eləmə, işğalı düşünmə. Sən getkinən İslamı vur, getkinən Mollanı vur, getkinən Ərəbi vur, get Türkü vur, amma mənə dəymə. Hər neyimizdən elə mənə dəymə. Deyir, müştərək düşmanımız var. Sənə demir, sən mənim düşmanımsan. Çünki əslində sən onun düşmanısan. Sən şeysən də qəbaili vəhşi, Türkü, Tatar, mədəniyyətsiz, dünyada ən əski ədəbiyyatı, şeiri, yazısı, heç bir şey olmayan sənsən də, Türksən. Türkiyə xər. O sənə demir, deyir ki, sənlə mənim müştərək bir düşmanımız var. O da İslamdır, Ərəblərdir, tazilər, tazihay, biyabancərdir, mələkxur. Enerjiyi biraz da oraya qoy. Ona görə Güney Azərbaycan Milli Hərəkatçısının bir qrubu da biraz da bu tuzağa düşür, bu cür zəhərlənir. Görürsən ki, İslama qarşı, İslama qarşı. O da var. Ancaq bu o hərəkətin səviyyəsindədir. Biz düşüncələri fəlsəfi olaraq araşdıranda və millətlər necə o hansı seyrlə gəlib keçiblər, onu da əlbəttə biz dini istəsək, deyərik ki, din vəziyyəti nədir? İslam doların biri. O başqa bəhsidir. Onu gətirib qaçmır. Mən onu işarə elədim dedim ki, İslam məmləkətləri dediyiniz yerlərin heç birisində 2 dənə məmləkət eyni İslam deyil. Yəni, hər millət öz zehnindəki İslamın tərif edir, yaşır. Hər bölgə hətta bir millətin içində, Misrin içində 10 cürə, Türkiyənin içində 10 cürə İslam var. Yəni, dövlət də bunların heç birisi. Mühüm budur ki, dövlət İslamı zor eləmir. Mənim İslam dediyim gərək hamı qəbul edir. Bunu dövlət bura girməyəndən sonra hər kəsin öz İslamı yaşır. Biri beləsi yaşır, biri nəsi yaşır. Razı. Biz daha çox razı oluruq bir-birimizin. Bizim də şeyimiz budur. Yəni, məsələmiz budur. İndi Oğuz bəy, bu cür danışanda yəni, məncə farslar doğru iş görürlər. Yəni, doğru iş görmürlər. Güclüdürlər, özlərinə doğru iş görürlər. Oğlum, həm farsları deyir. Doğru deyil ki. Biz özümüzü farsın yerinə qoyub baxmalıyıq. Doğru yox, yararlı iş görür də, özünə yararlı iş görür. Yəni, onun gözündən doğrudur. O deyir ki, mən milli mənafeyimi qorumaq üçün bu türklər əvəzin ki, mənlə savaşırlar. Mən bunlara bir bərnamə verim ki, ondan məşğul olsunlar. Keçsinlər İslamla savaşsınlar, keçsinlər Ərəblə savaşsınlar, keçsinlər Xəlici Fars məsələsinə girsinlər, nə bilim Xəlici Ərəb məsələsinə girsinlər. Yəni mənim işğaldan danışmazsın. İşğaldan danışsan, məni danışmayın, ondan sonra hər nə eləyirsin. Yəni bu sizə bir yol görsədir, deyir, bunu məşğul edin. Mənim bir dənə farsça yazım vardı. Farsça. Mən bilirsən, çox az farsça yazdım. Geçən 40 ildə məndən fars yazı azdır, amma var. Adı, bilmirəm siz oxuyubsunuz, düşmən. Yazının adı düşmən təraşiyə, düşmən bərayımadır. Nə gözəl, nə gözəl. Ne bilim 5-6 il belki, bilmirəm neçə il öncə yazmışam. Yəni düşmən təraşiyə, düşmən bərayıma. Xümeyninin çox gözəl bir sözü var. Siz doğru dediniz ya, mən də gözəl deyim. Doğru deyil ya. Doğru başqa bir bəhsidir. O ona yararlıdır. Xümeyninin bir sözü var, çox yararlıdır. Deyir ki, hər şey fəryaddarı səri Amerika bitişir. Çox gözəl sözdür. Deyir yəni, özünü çəkir. Mənim işin olmasın. Mənim edamlarımı danışmayın. Mənim hökmlərimi danışmayın. Məmləkət dalıya qalır danışmayın. İqtisad dalıya qalır danışmayın. Uşaqlarınızı edam edirəm danışmayın. Zindanları... Oğuz bəy, mən bir dana... Bağırmağım var. Çox gözəl. Yaxçıdır bağırmaq deyir. O tərəfə var deyir. Oğuz bəy, mən bir dana bir radyo fərdədə Təbrizdə olanda bir guzarış verdim. Radyo fərdəyə canlı. Azərbaycanda olan zindanların sayını verdim. Və
dedim ki neçə dana düzəldirlər. Cumhuri İslami'dən bu günə qədər Güney Azərbaycanda zindanların sayı 400 qat çoxalıb. Yəni 400 bərabər, 400 qat. 400 bərabər deyil. Yəni 400 qat. 10 zindan varı 4000 deyil, yox. O cür deyil. Məsələn, Təbrizdə bir dana vardı, olub 4 dana. Məsələn, Əhərdə yox idi, var. Məsələn, deyək, məsələn, Sərabda yox idi, var. Falan yerdə. Yəni, bəzi yerdə 3-4 dana oldu. Yəni, bəzi şəhərdə... %400 olur da o. Yəni, 400 bərabər, 400%, 400% çoxalıb. 400% axtarırdım. 400% çoxalıb. Bunu niyə çoxalıbdı? Deyir ki, bu adam məndən uğraşmasın, uğraşlarını burası Allah. Geçsin dinlə uğraşsın, geçsin ərəblərlə uğraşsın, Türkiyə ilə uğraşsın. Bizim insanlarımıza bir tane, mən bunu haqqında yazmışam, xodzəni var. Özünü vurmaq, özünü öldürmək. İstəyir danışa, deyir ki, məsələn, Fars hakimiyyəti işğal edir, Fars bizim dilimizə baxır. Forən bağlıdır Türkiyəyə, forən bağlıdır Azərbaycana. Yəni, mən istəyirəm Farsı məhkum edəyəm, əvvəl gərək edəm özümünkü. Məhkum edəyəm ki, mənə icazə verə Farslara görə də danışam. Cəlibdir, bu düşüncə ki... Öz tariximdə nə qədər ki, bizim əskidə kötülüklər olmuş, onlara geyib gəlmək, onlarla məşğul olacaq. Yəni, bütün edir ki, biz məşruiyyət qazanaq, məşru haqqımızdan danışmaq üçün əvvəl gərək ki, özümüzün məşru hakimiyyətlərimizi naməşru görsədək, sonra gələk bunlara məşruiyyət verək. Yəni, birisi... Məncə bunlar bizim fəlsəfəmizin düşüncəsinin bəhsi olmalıdır. Yəni, bunları bəhs eləməliyik ki, nə olub bizim beynimizdə, bizim başımıza nə gəlibdir. İndi bu bir tərəfi bəhsidir, bir tərəfdə bəhs budur. Oğuz bəy, biz fəlsəfədən danışanda, xüsusən, məsələn, deyək ki, elmi fəlsəfədən, yəni o ki, akademicə bəhs edir. Tərif edirəm də, onu tərif edirəm ki, nə deyirəm. Bir dəqiqə icazə buyurun da, mən deyirəm, o elmi dediyim budur, akademide bəhs olur, danışıqlarda bəhs olan fəlsəfə, orada məsələn, belə nəzərə gəlir ki, fəlsəfə gərək yazılı olur. Yazılı olmasa, hangi toplumun ki, yazılı düşüncəsi yoxdur, düşünüşü yoxdur, onun fəlsəfəsi yoxdur. Bir bu məsələdir. Bunu danışmalıyıq məncə. Bir də budur. Türklərin filosofu yoxdur. Var. Yox, baxın, istəyirəm deyəm ki, bu da var. Yəni, indi, birincisi bu ki, o bəhsə qeysək, fəlsəfə yazılı olmalı, yoxsa yazılı. Əcəbə, vağən bu sual mətrəf olsun. Əvvəl bunu mətrəf eləyək, sonra bunun üstündə bəhs edəcək. Fəlsəfə fəqət yazılı, kitablarda yazılanlardan ibarətdir, yoxsa düşüncədən ibarətdir ki, bir toplum ya bir millət onu dövlət şəklində, yaşam şəklində yaşayıbdır. Məsələn, bir zaman bir dini varmış, məsələn deyirəm, o dini götürüb bir ayrı dinə giribdir. Hətta bu dövlət qrubunun sayəsində. Acaba bu fəlsəfə hesab olurmu? Ki, yəni toplumda istəyib bir dövlət yarada, ona bir ideoloji yaradır. Əslində insanlar dövlətsiz, yəni istəyə bir dövlət yaradan. İstəyirəm bunu düşünəm. Fəlsəfi olaraq bunu düşünək. Bir toplum istəyə bir dövlət yaradan. Çox baxmayın, qutarıram. Sualı verək, qutaraq da bunu gələn həftəyə danışaq. Bir dövlət, bir millət, bir tədad insan, millət deməyək, hələ millət sözü yoxdur. Fikir yaxşı, o zaman millət sözü hələ ortaya gəlməyibdir. Bir tədad insan bir yerdə yaşlı bir toplumdur. Bunlar istəyirlər ki, özlərin idarə edirlər. Girirlər bir sistem qururlar ki, filankəs rəis olsun, seçirlər məsələn. Xan olsun, ərbab olsun, xaqan olsun. Biz bunun əmri ilə işləyəcəyik. Bu da gəlir bir sistem qurur, deyir ki, tamam, oranı da alacaq, buranı da alacaq, qatacaq, özümüzə genişlədəcək, ondan sonra maliyyət alacaq, ondan sonra hər kəs cürm eləsə, filan cürmün, filan mücazatı vardı, hər kəs casusluq eləsə, bu mücazatı vardı, filan yerdə düzəldəcək, filan yerdə mədrəsə olacaq, məscid olacaq, mənbər olacaq, hər mənə. Acaba bu fəlsəfə olmadan bir toplum toplumlaşa bilərmi? Yəni, insanlar, məsələn, Avustraliyada yaşayanlar, ya
Amazonda yaşayan insanlar fəlsəfəsiz olsalar bir toplumu qurup onu idarə edə bilərlərmi? Çox pərakəndə danışdınız. Yəni hər yerdən bir şeylər dediniz və hətta soru kimində onları sundunuz. Ancaq bunları bir yəni danışmaq olur. Nə fəqət yəni mən yalnız çalışmıram ki, həttəmən cavab verəm. Amma danışmaq olar. O ilkel sosiaytelərə biz baxa bilirik. Çünki maalesef biz baxırıq görürük ki, hələ də ilkel sosiaytelər yaşayır. Yavaş-yavaş aradan gedirlər. Ancaq bu kolonial zamanın sonlarında Avropalıların səbt elədiyi ilkel sosiaytelər var. Hətta bu fotoğrafı filan çıxandan sonra da fotoğrafları və bəzən də videoları da var. Hala da qalırlar bəzi yerlərdə. İlkel sosiayete iptidai, ilkel. İptidai ilkel sosiayete o grupla insanlara, o topluluklara, o grup insanlara deyirik ki, biri gelişmiş topluluklardan uzak kalıblar. Bu özü böyük bir bəhsidir antropolojide. Antropolojide çok büyük bir bəhsidir ki, böyük bir sualdır ki, neden uzak kalmışlar? Mesela biz Yeni Ginea'da, indi yavaş-yavaş azalıblar, həm Sibiriyada, həm Hindistan ətrafında, hətta hala Hindistan ətrafında bir ada var ki, gedəni də tutub yiyirlər, onlar öldürürlər yəni. Bir grup insanlar orada yaşayır. Və ya Amazonda da yaşayırlar. Ancaq Amazonda o qədər ağaç-mağaç kəsirlər bunlar bu şeyin Brezilin devləti düşəndə şeylərin əlinə, salçıların əlinə. Solçuların əlində olur, amma salçıların əlinə düşəndə bütün verirlər ağaçları falan kəsirlər. Kəsəndə də oradakı yerliləri əslində orada yaşayırlar insanlar. Və bir türlü onlar savunulublar, yəni protecteddirlər, yəni onları gedib. Onlar istəmirlər şəhərlərə gələrlər və şəhərləri qoymurlar oraya gedərlər. Amma indi dronla, helikopterlə buna bəzən üstdən videolar çəkilibdir. Görürsünüz da bəhs nə qədər genişdir ki, biz bilək ki, ilkel insan nə demək? İlkel insan o deyil ki, yəni 10 min il öncə bir yerdə yaşayırdı, biz gedirik arkeolojik olaraq bir dənə köhüldə tapırıq ki, hansı nə ilə kəsirdilər, nə ilə pişirirdilər. O deyirik biz. Biz gedirik mesela Azərbaycanın filan köhülündə, mağarasında tapırıq görürük ki, orada bir qrup insanlar yaşamış. Onların o küllərindən, onların yanan o sümükdən, kemikdən, ağaç, hər şeydən bəlli olur ki, nə yemişlər. Necə pişirirmişlər, necə yaşayırmışlar. Duvarda çəkdikləri nəqşlərdən biz bilə bilirik. Bunlara biz ilkel insan deyə bilirik. Ancaq biz istəyirik görək ki, bunlar məsələn heyvanları əhli eləmiş ya yox. Məsələn, ilkel insan nəyə deyirik, onu tərif etməliyik. Tuxumları, gövrəntiləri, buğdadır, arpadır, bu şeylər əhli eləyib ya yox. Təqribən sizin indi alış-verişə gedəndə meyvə alırsınız filan. Bu qədər göv alırsınız ya, tərəm, meyvə. Ulan hamısı, heç biri təbiətdə yoxdur. Onları insan gəlişdiribdir. Həmən hamısını, yəni %100'ünü. O yoxdur, təbiətdə öyle bir şey yoxdur. Siz gedin təbiətdə mesela moz var mı? Yoxdur. Çavar var. Ne bileyim, şey alırsınız ya, bu meyveler, alma, her şey, heç biri yoxdur təbiətdə. Hamısını insan gəlişdiribdir. Modern insan, yani biz. Heyvanlarda da böylədir. Sizə məsələn desək ki, heyvan deyəndə sizə 10-12 dənə heyvanı xatırlayırsınız da ki, halbuki milyardlar heyvan var, siz tanımırsınız onu. Ancaq 10-12 dənə heyvan ki, insan olar bir türlü əhliləşdirilmiş, nə bilim, atdır, pişikdir, nə bilim, quzudur, nə bilim, inəkdir, bunlar bilirsiniz. Bunlar da insan bir türlü əhliləşdirilmiş. Yəni insana yaxın yaşayır və insan o xəstəlikləri, onlardan gələn xəstəlikləri tutmuş, əhliləşdirmənin bir parçası da budur. Ki insan o heyvanlardan gələn olan bəlli xəstəlikləri var. Çünki insanın özünün xəstəlikləri var. Bəlli xəstəlikləri var. Ki başqa millətə götürsən, əgər o xəstəliyi ona tanımamışsa, onu öldürər. Və çünki bizdə olan o heyvanlar, inəklərdən, atlardan, onlardan gələn xəstəliklərə biz olmuşuq, əmyun olmuşuq, biz onları tanımışıq. Bəs əhliliyin burada olur. Bəs ilkel insanlardan danışsanız, ilkel insanlar hələ də qalırlar yer kürəsində bəzi yerlərdə. Yavaş-yavaş aradan gediblər. Məsələn, əgər 100 il öncə
veya mesela 70-80 il önce daha çok uydular, indi daha azalıblar. Çok azalıblar. Biz onlara gedəndə gedirik, bizim sualımız budur ki, en büyük, en temel, fundamental sorulardan biri budur. Hakikat. O danışığı 2 saat önce bundan başladınız. Ki aya biz o çerçeveden çıkmalı mıyız? O çerçeve koyulup da ondan çıkmak olmaz. Çünkü siz başka temel soru koyabilmezsiniz ortaya. Çünkü temel sorular değilipti. Onun aklına gelmiş demiş veya sizin dediğiniz gibi yazmış. Temel sorulardan biri budur ki eğer Yeni Gine'de veya Amazon'un filan cəngalında veya her yer, Hindistan'da da var indi. Yoldaşlar araştırabilirler. Search eləyə orada mesela heyvanları əhl eləməyiblər, tuxumları əhl eləməyiblər, elə nə tuturlar, yeyirlər. Onu saxlamır. Biz arını belə əhliləşdirmişik. Düzdür, arı belki onu bilmir. Ama biz onu əhliləşdirmişik. Arı saxlayırıq, pətək saxlayırıq. Onlar eləməmişlər. Mən belki yüzler saat ben vaxt qoymuşam ki, ilkel insanları araşdırım antropolojide. Görürəm ki, mesela bu balıq gətirirlər, bunlar yeyirlər, gedirlər ağaçdan, ne bileyim, 20 metrelik ağaçlara dırmanırlar, balığı oradan kopardırlar, getirirlər veya çok tehlikeli yerlerden, falan daşların altından getirirlər. Balığı getirirlər, yeyirlər, yerindən sonra da biraz da şişirlər, çünkü arılar da bunları sancır. Burada o kadar bal yeyirlər, bilirsən bal yerində də çox da zərarlı, yani birdən çox yeyirlər. Yeyirlər, uşaq da yeyir, yani yeyirlər, orada düşürlər, köpürlər ve yatırlar. Ve qaldı bunlar bir de bal tapalar bir yerden. Yani Tapaçıqlı cennet. O mesela bu işi gətirib onu əhliləşdirmir. Yani özü gətirib pətək tutur. Ama modern insan ne inir? Pətək tutur. Biz bu mədəniyyətin, bəli, saldım ki sizi sıxmayayım. Bu mədəniyyət ki biz buna deyirik. Mədəniyyət nedir? Sivilizasyon, mədəniyyət, uygarlıq Türkçe. Nedir? Biz bunu Orta Doğuda görürük. Yani indiki Irak'ın ortalarında ve kuzeyinde ve hatta güneyinde. Eski Kenger uygarlığında ve Türkiye'nin de güneydoğusunu arz edeyim. Ve onu çokları Sümer İmparatorluğu olarak tanıyorlar. Sümer uygarlığı veya biz ona Kenger uygarlığı deyirik. Ve Türkiye'de bulunan Çatalhöyük'te ve başka yerlerde bulunan 12 bin ile dayanan orada architecture var. Yani yapı var orada, daşdan yapılmış. Biz bunlara baxanda baxırıq ki, bir sual bizə gəlir ki, bəs o Yeni Gine'dəki nədən uzaq qalmış? Mesela buradan mı uzaq qalmış? Eğer yani niye o hiçbir hayvanı əhli eləyə bilməmiş? Bütün hayvanlar bu bölgede əhli olunmuş. Elbette Orta Asya'da da əhli olunmuş. Bazı at, öyle ihtimal verilir. Niye bu buğda burada əhliyələşmiş ve toxumlar ve burada duvarlar düzəlmiş, medeniyetler düzəlmiş? Orada niye düzəlməmiş? Bütün mesele budur. Bütün sual, en büyük sualı ki, belki de ben hiç istemiyorum ona cevap verəm. Çünkü qorxuram ona cevap verəm. Çünkü cevabını necə verə biləcəm onu? Ki mesela niye orada gəlir? Açıkça yani neçə kilometre taraftadır? Ne bileyim 10 bin kilometre. Orada niye gelişmemiş? Niye o bu hissi eləməmiş? Ve sizin dediğiniz ki niye yazmamış o düşünceyi? Çünkü bu da insandır da. Bunlar hamısı modern insan. Yeryüzünde hamısı modern insandır. Bir ırktandır ve bir insandır. Başka bir ırk yoktur. Hamısı o Yeni Gine'deki de aynı insandı ki Mesopotamya'da, Orta yani Irak'ın kuzeyinde yani Kenger İmparatorluğu'nda 10 bin sene önceden gelmiş böyle yazısı da var taşın üstünde, kerpiçin üstünde ve sizin dediğiniz düşüncesini orada yazmış. O düşünce gelip olmuş sizin dediğinizin de felsefe. O niye bunu eləməmiş? O neden uzak kalmış? Eğer bu yapmış, bu bir şeye yakın mı olmuş? Bu bir şeye uzak mı? Bunun cevapları var. Bir tane cevap değil. Değişik boyutlu cevapları var. Çok çelişkili bu sualın cevapları var. Ve bu kadar şey ki sizin etrafınızda var. Sizin dayandığınız sandal. Sizin o arkalandığınız sandal. Sizin giydiğiniz paltar. Sizin koyduğunuz açkı gözlük.
Bunlar hardan gelmiş? Bu niye başlamış burada? Niye hamısı bu belli bir bölgeden başlamış? Ve bunlar neye yakın olmuşlar? Ve öbürler neden uzak olmuşlar? Bu da bir böyük temeldir. Temel sorudur ki sizin sualınızla direkt ilgilidir ki sonunda bu niye yazmış, öbürü niye yazmamış? Eğer bu düşünceni yazmışsa, eğer bir şey yazılmışsa düşünüştü. Sonra felsefeye dönüştü. Deş bak ben böyle düşünürüm. O düşüncenin üzerine düşünce gelecekti. Öbürü de onun düşüncesini onu artıracak. Öbürünün nesli. O artıracak gelip birden patlayış olundu diyecek. Yunan felsefesi mesela. Yunan felsefesi yazılandan olmamış. Ondan önce onun şeyi var. Altyapısı var. Background'ı var. Yani Aflatun'dan başlamamış ki. Bildiniz ne diyelim? O sizin dediğiniz şey, yani yazılmayan düşünceler, o insan medeniyet topluluklarda, o insan toplulukları düşünce üretmişler. Şeyden mücerret, günlük yaşamdan mücerret. Ama bunlar yazılmamış. Çok yani her topluluğunda, her milletin ve içtimainde yazı şey yoktur. Oğuz Bey, bunları saxlayaq gələn həftəyə yavaş-yavaş gələn həftəyə Yazı yox, qalxır. öbürülər kimi. Bəzilərində bətərdən yazı adabı var. Elə hər şeyə yazıblar, hər şeyə yazırlar. Hala da elədir. Yani. Bəzi coğrafilərdə görürük, hər şeyə yazmışlar. Yəni bir dənə, məsələn, biz baxırıq Kəncər mədəniyyətində, Misrdə də elədir. İşçilər mesela 30 bindən işçi yazıblar ki, hansı xəstəymiş, hansı işə gəlməmiş. Bunlar deyib görmüşəm, bunlar bir özüm öz gözümlə. Hansına nə qədər pul verilmiş. Mesela 3000 il öncə, 4000 il öncə. Yazmışlar, hər şey yazmışlar. Bir mədəniyyətə də baxırıq, o da mədəniyyətdir. Mən ona haqqım yox ki, mədəniyyət deyil. O da elə bu qədər fəaliyyət eləmiş, bu qədər uyğarlığı var, amma yazmamış məsələn. Və ya az yazmış. Bu böyük bir fundamental sorudur ki, temel sorudur ki buna değişik boyutta cevaplar var. Buyurun. Aslında mesela İslam kurtulan yavaş-yavaş kurtularak aslında mesela budur ki o yerler ki soyuqdu biraz. Ya siz cevap vermeye çalışırsınız. Ben dedim ben korkuyorum. Yok. Fəsillər değişkəndirlər. Onlarda inkişaf olubdu. O yerlərdəki bolluqdur. Hava isti daimən yemək imkanı var. Onlarda cevapları bilirəm. Ama cevap vermeye çalışma. Amma məsələ mən siz çox elmi baxdınız. Getdiniz Aslanşinası falan o zaviyələrdən baxdınız. Amma mən sualım çox bu tərəfdən istirdim gedək ki millətlər necə şəfahidirlər. Məsələn, tarix bir şey yox. Öyle bir şey tarixin bir çox dövrəsi şəfahid. Bir tarixin bir çox uzun dövrü şəfahid. Çətli deyil. Tarix çox uşaq tarixdir. Yəni insanın yaşam tarixinin qısa bölümündə yazı var. Çox uzun bölümündə yazı yoxdur. Bu bölümdəki yazı var. Burada da mesela o İslam deyəm ki, fəlsəfə yazı dövrünün səmərəsi deyil. Yazı dövründən öncə qurulmuş bir sistemdir. Onun alt yapısı var, gəlib oraya tökülmüş. Ora gəlib tökülübdür. Əhsən, mən istəyirəm onu deyəm ki, indi məsələn deyək ki, Türklər hökumət qrupları. Mən sualım buydu əslində sizdən. Yəni o misalları vurdum ki, ilkel cəmiyyətlərdə də fəlsəfə məncə var. Çünki əgər bir dana fikir gəlib yekəlməsə, fikir toplumda bu zərurəti, bu vacibliği olmasa ki, biz hökumət qurmalıyıq və bu sistemdə qurmalıyıq, bu sistemdə idarə eləməliyik, təlimimiz belə olmalıdır, tərbiyyətimiz belə olmalıdır, ordumuz belə olmalıdır, bunlar hamısı sistemdir. Bu sistemləri qurmaq, yəni bir fəlsəfə bu toplumda var. Bir düşüncə var. O düşüncədə əvvəl bu düşün, biz kimik bunu biliblər, biz nə cür birləşək bunu biliblər, nə cür birləşdirək bunu biliblər, sonra nə cür savaşaq, nə cür müzəffər olaq, bunların hamısı yəni zəfər qazanaq, nə cür gələk bunu qoruyaq, nə cür düşmənin qarşısında difa edək. İndi bu difada məsələn, hər nə cür eləsələr də qələt tikir, xəndək qazır, silahlar düzəldir falan. Bu yəni bir fəlsəfə var, bir düşünüş var onun arxasında. Hər bir hakimiyyət, yəni beləsi desəm daha rahat olar. İstəyəm özümü şey edəyəm, gələn həftəyə bu bəhsi qulaq qalsın. O da budur ki, hər bir millət ki, toplaşıb özün qoruyub və bir ayrı
millətləri hətta gedib alıbdı onların torpaqlarını, onları öz hökmünün altına gətiribdi. Ya onları müttəhid eləyib özü ilə. Bu bir fəlsəfəsi var öncə. Öncə bir fəlsəfə var bunlarda. O fəlsəfənin əsasında gedibdi. İndi bu Moğollar olsun, Türklər olsun, Ərəblər olsun, Bəluslar olsun, Hindilər olsun, Ruslar olsun, Tatarlar olsun, hər şey sorunlar olsun. Gedib məsələn bunlar ciddi məsələdirlər. Məncə yəni istəyirəm bunu deyəm ki, bunu gələn həftəyə saxlayaq, yəni Amma ilkel toplumun elə düşüncəsi də ilkeldir, kullandığı əbzarlar da ilkeldir, hər şey ilkeldir. O mənası, bu mənaya olan fəlsəfələri yoxmudur? Yəni indi onu istəyəcəm. Ona fəlsəfə demək olmur da. Onun elə düşüncəsi də hər şey də ilkeldir. Militari sosiyetenin də, militari topluluğun da elə düşüncəsi də militaristdir. Hər şey militaristdir. Tamam. Bunları gələn həftəyə yəni gedir buranı alır, oranı alır, onu kəsir, onu öldürür. Onun elə düşüncəsi də elə o tərəfə uyalıdır. Tamam. Acaba indi yəni acaba o militari düşünmə fəlsəfədir özü ya yox? Onu bəhs edirəm. Yəni militari düşüncə özü, məsələn bu günləri Amerika militarizmində əslində dünyanı idarə edir. Və bunun arxasında güclü, həm arxasında, həm önündə güclü fəlsəfə var. Həm arxasında, həm önündədir. Düzdür. Ancaq o adama bir də ki, şəfahi demək filan, məsələn, o da gənə də ırqçılıqdır ki, bir millət şəfahidir, bir məsələ. Bunu bizə demişlər ki, Azərbaycanda ki, türk mədəniyyəti daşımı öyle deyil. Yazmaq da fəqət elə bu indiki yazmaq deyil. O kətbi dediniz ya, o kətəbə, o yazmaq məsələsini araşdırarıq sonra. Onda gələn həftəyə bu mövzuları mətrəh eləyək. Gələn həftəyə dostlar bərabər bunu düşünək. Dostlar sizin də həm son dəqiqəmizdir. Dostlar, həm hörmətlərinizə sayğımız var, sayğımızı qəbul edin, səlamlarımızı qəbul edin, həm də yavaş-yavaş gedirik. Siz də bu soruları düşünün, bunlara haqqında, ya bugünkü danışıqlarımız haqqında nəzəriniz olsa, lütfən bu video save olacaq. Ya bu videonun altında yazın, ya mənə göndərin, ya Oğuz bəy Türk cənablarına yazın sorularınızı, nəzərlərinizi, düşüncələrinizi, fərqli düşüncələrinizi, intiqadi düşüncələrinizi, bizim hangi sözümüzü qəbul edirsiniz, eləmirsiniz? Niyə qəbul eləmirsiniz? Yəni, biz müqəddəs deyilik, biz peyğəmbər deyilik, biz qanun qoymamışıq ki, heç kəs bizi nəqd eləsəz, sizin hörmətiniz bizim gözümüzdə daha çox alır. Çünki o zaman ki, iki dana daş çaxmaq dəyə bir-birinə bir zil çıxar. Bir ortamda bir şey çıxar. Sizin də fikriniz bizimlə çaqqışanda ortada bir düşüncə çıxacaqdır. Qor çıxar, qor. Bəli. Buyurun. Qor çıxar. Doğru. Buyurun, əgər sizin də bir son görüşünüz. Sizdən təşəkkür edirəm hövsələnizdə. Bu gün daha çox müvafiq olduq bəhslərdə. Siz çox sağ olun. Sizdən, yoldaşların, izləyənlərin hövsələlərindən təşəkkür edirəm. Sonra da, bundan sonra da izləyənlərin sağ olun. Sizin də dediyiniz kimi düşüncələrinizi, eleştirilərinizi və sorularınızı bizə yaza bilərsiniz. Sağ olun. Təşəkkür. Dostlar, gecəz xeyrə qalsın. Hər yerdə varsınız, vaxtınız xeyrə qalsın. Gələn görüşdə görüşmək üçün. Hələlik.